Bir daha hamınızı xoş gördük, əziz və hörmətli vətənlərimiz. Bu günlərdə əlbəttə bir neçə gündür ki, İranın ən ağır durumlarından biri İngilis səfirliyinə hücumuna görə olubdur və hərçənd ki, bu hücum dövlətin tərəfindən hazırlanmışdı, dövlətin bir hissəsinin, rejimin bir hissəsinin tərəfindən hazırlanmışdı. Mütəxəssislərin fikri buradadır ki, bu fikrə gəliblər ki, ehtimal verilir bu hücum və bu səfarəti yandırmaq bir qismətini talan eləmək əslində Xameneyinin və Laricaninin tərəfdarlarının işi olubdur və arxadan Sepah-ı Qods, Niru-i Qods, Sepahın Niru-i Qods qolu bu işi qızışdırıblar. Əhmədinəcadın qrupu da bunu istəmirmiş. Belə bir fikir vardır. Çünki təzahürat olmadan əvvəl hamını bura cəlb eləmək üçün çoxlu enerji Laricanı və Niru-i Qods və Sepah və Xameneyinin tərəfindən enerji qoyulurdu ki, burada bir təzahürat olsun. Dövlət rəsmən bu təzahürata hər hansı bir bəyaniyyə verməmişdi və o cür ki, görünür, hətta müxalifəti də var imiş təzahüratın və İngilis səfirliyinin içinə girməyə. Xəbərin təzahüratdan bir gün əvvəl ayın 7-sində, Azər ayının 7-sində Fars xəbər ajansından, xəbərgüzarı Farsda yayılan bir xəbəri mən sizə olduğu kimi oxuyuram. Fərda təcəmmü bozorg danışçuyu müqabili Səfarət İngilis در Tehran. Əkslərə baxsaz, mən istəyirəm diqqətinizi çəkəm ki, bu şəkillərdə, bu əkslərdə videoda olacaq. Görəcəksiniz ki, bu səfarətin bir hissəsini həm Qolhəkdə, demək o yaşayış yerində, həm səfarətin özündə ki, Qolhəkdən fərqlidir, hücum olunubdur və şüşəni qırıblar, bəzi yerləri yandırıblar, bəzi yerlərdə sənədləri götürüblər, dağıdıblar. Bu səfarətin durumudur. Özünüzdə görəsiz. Çünki bunlar deyirlər ki, indi yavaş-yavaş deyirlər ki, görürsünüz, Queen Elizabeth'in əksidir, Hizbullahlərin birinin əlində, bu onların bayrağıdır, şəkillərdə gördüyünüz. İndi yavaş-yavaş istəyirlər, deyirlər ki, Hizbullah bu işi görməyib, Niru Qods və İran dövləti bu işi görməyibdir, bunu az qalıblar deyirlər ki, İngilislər özləri eləyiblər. Az qalıblar onu da deyirlər. Yəni 2 gün ərzində bu qədər yalan. Amma mən, görürsünüz də bu İmam Əlinin bayrağı ilə, İmam Hüseynin bayrağı ilə şüşəni qıran Hizbullahlər, hamısı bəzi çoxunun sifəti də görsənir. Sənədlərin çölə tökülməsi və s. Talac eləyiblər, talan eləyiblər səfirliyi. İngilis səfirliyinin həyətində olan mücəssəmənin üstünə Əlinin, Hüseynin bayrağı ilə. Xəbəri mən oxuyuram sizə. Fərda təcəmmü bozorg danışçuyu müqabili Səfarət İngilis در Tehran. Bu təzahüratdan bir gün əvvəldir, Azər ayının 7-sində. Xəbərgüzarı Fars. به گزارش خبرنگار گروه دانشگاه خبرگزاری فارس، دانشجویان دانشگاه‌های تهران در اولین سالگرد شهادت دکتر مجید شهریاری، استاد فیزیک هسته‌ای دانشگاه شهید بهشتی، فردا در مقابل سفارت انگلیس در تهران تجمع بزرگ دانشجویی برگزار می‌کنند. بر اساس این گزارش با توجه به اینکه مجلس شورای اسلامی روز گذشته مصوبه طرح کاهش روابط ایران با کشور انگلیس را به تصویب رساند، اتحادیه دانشجویی با فراخوان‌های خود این تجمع بزرگ دانشجویی هرچه باشکوه‌تر برگزار خواهند کرد. تجمع بزرگ دانشجویی از ساعت 14 فردا سه‌شنبه 8 آذر در مقابل سفارت انگلیس واقع در خیابان جمهوری توسط خیابان فردوسی برگزار می شود.
Bu təbliğatdır. Burada deyir ki, Azər ayının 8-i saat 2-dən, günortadan sonra 2 ya 14 təzahürat olacaq. Tehranın Üniversitəsinin öğrenciləri, Əncümən İslamiləri, bəsici danışçı, yəni bəsicin üzvləri burada toplanacaqlar və bu təzahürata hamını dəvət edir. Xəbərguzarı Fars, Sipahi Pasdaranın və Xameneyinin xəbərguzarısıdır. İndi bununla birlikdə əkslərə də baxın. Xüsusilə o əkslərdən ki, səfarətin şüşəsini qırırlar, içinə girirlər, maşın yandırırlar, sənədləri götürürlər, səfarətin mallarını götürüb daşıyırlar çölə, bir qismətini yandırırlar. Onlara da diqqət eləsəz, burada Hizbullahın əli olmağı açıq aydın bu dairədə də gördünüz biraz. Niruy Qoçun rəhbərlərindəndir, Bəsizin rəisidir, nə bilim, Niruy Qoçun üzvlərindəndir. Bunların hamısı Hizbullahın adamlarıdır. Diqqət eləsəz, 2 gün məsələnin üstündən keçmədən başlayıblar deyərlər ki, biz bu işi görməmişik. Yəni, Cumhur İslaminin yalanları bu dəfə aşkar deyir, necə deyirlər, meydanda. Bu dövlət ancaq yalan danışmaqla məşğul olduğunu biz istəyir gözünüz görəsiz. Mən bir bəyaniyə də oxuyacağım ki, Hizbullahlərin əksinə baxa-baxa bir bəyaniyə də oxumaq istəyirəm ki, özünüz görəsiz ki, bəyaniyədə təzahürat zamanı və təzahüratdan sonra nələr istəyirlər? Ora gedənlərin hədəfləri nədir? Bəzi məqalələr də vardı ki, mən elə danışa-danışa şəkillərə də istəyirəm diqqətiniz olsun. Bəzi məqalələr də vardı ki, biz saytımıza da qoyacağıq bu gün verilişdən sonra. Görəcəksiniz ki, necə İran rejiminin amilləri geri oturmağa çalışırlar. Bir dənə bəyaniyə vardı ki, yazır Əncümən İslami Danıştüyan 25 Danışgah Keşver. O bəyaniyənin içində altında imza atanlardan Azərbaycan bölümündən ancaq Urmiyədən bir dənə danışgahın adı var. Ondan sonra bütün hamısı Fars şəhərlərində olanlardır. İstədim onu da altını çizək ki, özünüz yəni gələcəkdə görəcəksiniz ki, indi Təbrizi də qatmasınlar. Təbrizin üniversiteləri bu işə qatılmayıbdır. بیانیه پایانی دانشجویان معترض به سیاست‌های ضد ایرانی لندن. Fars Xəbər Ajansında yazılıbdır. Özləri çap eləyiblər. Azərin 8-də, həmin bu səfarəti işğal elədikləri gün. 4 dənə bəndidən ibarət bəyaniyədir. Görürsünüz bu şüşəniz adı qırırlar. Bunlar hamısı Hizbullahlərdir. Deyirlər biz bu işi görməmiş. Bu maşını kim yandırıb da onu da elə bil danmağa çalışırlar. Hamısı da öz adamlarıdır. Əksləri, videoları bəllidir bunların kim olduqları. به گزارش خبرنگار حوزه دانشگاه خبرگزاری فارس دومین بیانیه شورای متحسنین لانه فتنه‌گری روباه پیر به این şərh zir منتشر شد. Bismillahirrahmanirrahimlə başlayır. شورای متحسنین لانه فتنه‌گری روباه پیر با استعانت از روح پاک شهدای انقلاب اسلامی ایران که قربانی اقدامات تروریستی مدعیان حقوق بشر از
حمله رژیم سلطنتی انگلیس است. از دولت و مجلس شورای اسلامی می‌خواهد به فعالیت دیپلماتیک سفارت انگلیس در تهران پایان داده و به کاهش روابط بسنده نکنند. Bəndlərə keçirik. 1. İstəkləridir. دانشجویان تسخیر کننده لانه فتنه‌گری روباه پیر این سفارت را یکی از اصیل‌ترین سامان دهندگان فتنه 88 علیه ملت ایران و nizam İslami می‌دانند. من hamısını oxumuram, istəyirəm burada bir cümləyə, bir sözə diqqət eləyəsiniz. دانشجویان تسخیر کننده لانه فتنه‌گری. Başa düşdünüz? Yəni səfarəti təsxir eləyən, fəth eləyənlər, işğal eləyənlər özləri yazırlar. Sonra deyirlər ki, biz səfarəti işğal eləməmişdik. Birinci bəndi idi. 4-cü bəndində yenə də yazır. ما دانشجویان تسخیر کننده لانه فتنه‌گری روباه پیر اقدام اخیر مجلس در کاهش رابطه با انگلیس را به هیچ وجه متناسب با دشمنی های انگلیس خبیث علیه مردم ایران نمیدانیم و خواهان قطع رابطه کامل با این دولت خبیث هستیم و اعلام میکنیم از مطالبات به حق خود کوتاه نخواهیم آمد. Yenə də 4-cü bəndə yazır ki, biz səfarəti işğal eləyən öğrenciler. Orada da yazır. İndi siz diqqət eləyin. Bunun ki, özləri çap eləyiblər. Diqqət eləyin. 2-3 gün bu məsələnin üstündən yenə də keçsin. Yavaş-yavaş deyəcəklər ki, o səfarətin içinə öğrencilər getməyibdir. Onu da deyəcəklər. Bu dövlətin yalanını mən bir sürü burada məqalələr çap eləmişdim. Üçün əsl mətləbə keçmək üçün mən istəmirəm vaxtı bundan artıq öldürək. İstəyirəm görəsiz ki, nə qədər bunlar 2 gün ərzində yalan deyiblər, 2-3 gün keçsin, deyəcəklər ki, heç səfirliyə gedən bir adam olmayıbdır. Və hətta indi bir videolar var, o videonu da yaysaq görəcəksiniz. Biraz bilmirəm bu şəkillərdən nə qədər qalır, çox qalırmı? Bəziləri təkrardır. Videolarda da görəcəksiniz ki, həm səfarətin içinə, həm o Qolhəkdə rezidensin içinə girən öğrencilərin sayı çox-çoxdur. Yaxşı. Amma bunlar deyirlər 2-3 nəfər keçmişdir. Yavaş-yavaş istəyirlər sayı azaldır və sonra deyəcəklər ki, bizdən bir nəfər də keçməmişdir. Amma siz şəkillərdə gördünüz, pəncərələr necə içəri girib qırırlar, qapıları necə sındırırlar, səfirliyin maşınını ota çəkirlər. Onları gördünüz hər halda. Buyurun, qulaq asın. السلام عليك يا أبا عبد الله السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين وعلى أنصار الحسين السلام عليكم أيها الشهداء السلام عليكم يا أنصار أبا عبد الله السلام عليكم يا أنصار دين الله السلام عليكم يا أنصار سلام البشر خاک شهیدان تو کین شهدا تا ابد کین شهدا تا ابد فخر بنی فخر بنی آدم ای که به عشقت اسیر جانم ای که به عشقت اسیر خیل بنی آدم سوختگان
Bəli. Məhərrəm aydı. Bunlar İmam Hüseynin ələmini götürüblər, İngilis səfirliyini dağıdırlar. Bu da onların səsidir. Mən istədim səsini biraz da azaldım. Bu çox bağışlayın. Da istəmədim deyə Məhərrəm aydı. Boş verin o səslərə qulaq asmaq. Məncə bu riyakarlıqların səsinə qulaq asmaq heç bir insana da yaraşmır artıq da. Amma nəysə. Gördüyünüz kimi bu səfirliyi dağıtmalarının, o sənədləri, əşyalarının, hələ bir də adamları o cür ki, bəlli olubdur. Yenə də mümkün olsa bu səsi lazım deyil. Mümkün olsa səs yaymaq istəmir ki, sadəcə videosunu görün. O cür ki, bəllidir, 6 nəfər səfirlikdən adam tutublar bunlar əvvəl. Hamısının cebini, pulunu, qızılını da boşaldıblar, saatlarını da alıblar. Səfirliyin öz mallarından oğurlayıb çıxardıblar bu Hizbullahlər biraz. Hamısı İngilis səfiri də istəyir ki, görürsünüz də səfirliyin içindən nə qədər adam çıxır. Bunlar deyirdi 5-6 nəfər. Hələ heç olmasa bir 100 nəfər ilə burada görünür ki, səfirliyin içindən çıxırlar çölə. Bunlar ki, deyirdi 5-6 nəfər girmişdi. Buyurun, bu da onların qapı açılandan sonra səfirliyin içinə dolan, içindən çıxan saylar. Danacaqlar hamısını əlbəttə, inkar eləyəcəklər. İşimiz yox, özləri bilər. Bu oğurluqları ilə birlikdə İngilis səfirliyinə vurduqları ziyanın qarşısında bugün Avropa Birliyi, İttihadiyyə Avropa Vəzərai Umuru Xaricə, Xarici İşlər Nazirlikləri yığışıblar. Bir seri qərarlar verdilər, təhrimləri çoxaltdılar İranın əleyhinə və İranın nümayəndəliklərinin bir çoxunun Avropa ölkələrinə getməsinə qadağan qoydular. Yəni, onlar artıq gedə bilməyəcəklər. Bu haqda biz gələcəkdə danışacağıq, çünki bir sürü şeylərin, məsələlərin, həqiqətlərin üstü açılmalıdır. Mən əsl məsələyə keçmək istəyirəm bugün. Haşiyədə demirəm, çünki bu özü də haşiyə deyil, mühüm bir məsələdir. Amma İrana getdikcə cəng, savaş ehtimalı çoxalır. Son zamanlar yenə də bizim qoltuğumuza verənlər vardı. Azərbaycanlıların yəni. Ki, Azərbaycanlılar tərəfindən bəyaniyələr yayılırlar və s. Keçən həftə biz danışdıq ki, düşmən bizim içimizdə bəzi ədəbi cümlələr yayır ki, o cümlələrlə bizim əsl işlərimizə mane olsun. Məsələn, biri budur ki, millətin içində təşkilata üzv olmamağı təbliğ eləyir. Heç təşkilata üzv olmayın. Güya bu müsbət bir şeydir. Biri budur ki, insanlar, o adamlar ki, məsuliyyət qəbul edib iş görmək istəyirlər, onlara bir şayə yayırlar, şantaj yaradırlar ki, bunların rəhbəriyyət və rəhbəriyyət fikirləri vardır, iddiaları var. Onun üçün bizim hərəkətimizdə rəhbəriyyət iddiası olanların qarşısını almaq istəyirlər. Halbuki hərəkətdə rəhbəriyyət iddiası olmaq pis bir şey deyil, yaxşıdır. Bugün bir məsələyə toxunmaq istəyirik ki, İranın torpağını müqəddəsləşdirirlər və xaricilər İrana hücum eləyə bilməz, biz onun qarşısında duracağıq deyə əmələn rejimin tərəfində dururlar. Rejimin amilləri və pan-İranistlər gəlib bəyaniyə yayırlar ki, biz xarici dövlətlərin İrana hücumunun müxalifiyik. Bunlar bunu deyirlər. Mən Əhməd Obalı olaraq sözümüzü açıq danışmağa həmişə inanmışam, indi onun üstündə varam. Və bugün biz bir tabunu da qırmağa çalışmalıyıq. İraqdan başlayırıq. İraqa hücum olmadan əvvəl hakim bir millət var idi və məhkum millətlər var idi. Hakim qurum var idi, məhkum qurum var idi.
hücum olunandan sonra hakimlərin evi yıxıldı. Məhkumlara da ziyan oldu. Amma hakimlərin evi yıxıldı. Ən çox ziyan görən onlar oldu və getdikcə o zamanki məhkumlar indiki ziyanlarını da azaldacaqlar və hakimiyyətə keçiblər. Pəs İraqa hücum olunmasının ziyanı kimə çox oldu? Onu sizdən soruşuram. Səddam Hüseyn öldürüldü. Hakimiyyəti getdi işinə. Bəs partisi məhv oldu. Getdi tarixin zibil qabısına. Orada ən çox udan Kürdlər oldu. İraqa hücum elədilər 2 dəfə. Getdilər İrağı işğal elədilər. O adamlar ki, o işğalın qarşısında durmadı. Bəlkə öz dərdi ilə məşğul oldular, onlar uddular. Kürdlər. Görürsünüz Kürdlərin durumunu. Bizim ölçümüz metrimizin üstündə Azərbaycan yazıb. İran yazmayıb, Azərbaycan. Nə qədər ki, hər hansı bir işin Azərbaycan və Azərbaycançılığa xeyri var və Azərbaycanın bir nömrəli düşməninə ziyanı var, biz onu dəstəkləyəcəyik. Əgər də dəstəkləməyi məsləhət bilmiriksə, nötral qalacaq. İndi bu baxımdan gəlin bu pəncərədən məsələyə baxaq. İranda hakim bir təbəqə var. Hakim bir millət var. Bir hakimiyyət var. Təbəqə də demirik, bir qrup var. Əgər İrana hücum olursa xaricdən, ən çox ziyanı kim görəcək? Əgər bu rejim dağılırsa, ən çox ziyanı kim görəcək? Rejimi, cumhuriyyət, faşisti, İslami. Niyə film oynayırsınız? Özümüzdə bizim gərək cürətimiz ola, inancımızı deyək. Film oynamayın millətlə. Hər təşkilatı ki, bugün xarici qüvvələrin İranın hücumunun qarşısında durur, otomatik olaraq İran rejiminin yanındadır. Mən demirəm, gedin xaricilərin yanında durun, yox. Amma onun qarşısında durmaq, əvvəla hücum yoxdur. Biz demirik ki, hücum olacaq. Hücum olsa da bizə nə? Bizim öz dərdimiz vardı. Biz Amerika hücum eləyir, eləsin, eləmir, eləməsin. İsrail hücum eləyir, eləsin, eləmir, eləməsin. Bizim dərdimiz bizim üçün o qədər böyükdür ki, ondan artıq başımıza ayrı bir yerə qatmağa heç vaxtımız yoxdur. Azərbaycanın bugünkü durumunda hakim millət, hakimiyyət, cumhuri İslami onun bir nömrə düşmənidir. Hansı məntiqli adam deyər ki, mənim bir nömrəli düşmənimi vuranın qarşısında duracam? Gəlin görək bizim düşmənimiz kimdir? Əgər bizim düşmənimiz Cumhur İslamidirsə, onun vurulmasından biz niyə narahatıq? Əgər bizim düşmənimiz Cumhur İslami deyilsə, bəziləri üçün, onda onu açıq aydın qoyaq ortaya. Deyək ki, bu adamlar Cumhur İslamini özünə düşmən bilmir. Burada söhbət vətəndən getmir. Bizim vətənimiz Azərbaycandır, işğal altındadır, Cumhur İslami bizim vətənimizi dağıdır. Bundan ki, pis duruma qalmayacaq. Niyə film oynayır bəziləri? Azərbaycanı, İrana hücum olsa deyirlər, Azərbaycanlılar da ziyan görəcək. Bəli. Amma bundan ki, artıq ziyan görməyəcək. İndi bizim bir zərrə xeyrimiz var mı məmləkətdə? Başdan ayağa 80 ildir biz ziyan görə-görə gəlmişik. Bəli, İrana hücum olanda qonşu ölkələrinin bəzilərinə ziyan olacaq. Mənə nə? Olsun. Mən zindandayam. Mən özümü zindandan çıxartmaq üçün
birinci vəzifəm özümün fikirləşmək olmalıdır. Mən zindandan çıxmağımla əgər ayrılarına biraz ziyan dəyəcəksə, mən onları qorumaq üçün özümü zindanda saxlaya bilmərəm. Azərbaycan bu baxımdan gedir qabağa. Bu prizmadan baxır məsələyə. Bu mənim fikrim deyil yalnız. Hərəkətinkidir. Sadəcə biri də danışmaq istəmir. Niyə danışmaq istəmirsiniz? Azərbaycan təşkilatlarına müraciətimiz olacaq. İrana hücum olursa, sizin mövqeyiz nədir? Hücumun qarşısındasınız, onun yanındasınız, ya nötralsınız, ya necəsiz? Mövqeyizi qoyun ortaya. Biz deyirik ki, mən bir nəfərəm. Təşkilat tərəfindən də danışmıram. Bir nəfərəm. Əgər İrana hər hansı bir hücum olursa, onun bizə ziyanı olsa da bugünkü ziyandan azdır. Əsl düşməni vurursa bizim xeyrimizədir. Vəlon ki, bu vurmada biz də ziyan görək. Qarabağ işğal olub ermənilərin tərəfindən. Misal vururam sizə. Qarabağı müzakirə ilə verməyəcəklər bizə. Biz Qarabağı azad etmək üçün savaşmalıyıq. Savaşda adamlarımız öləcək. Söhbətsiz. Ziyan görəcəyik. Gəlin görək, savaşıb Qarabağı azad elədikdən sonra ziyanımız çox oldu ya xeyrimiz. Belə ölçülməlidir. Yoxsa deyə bilmərik ki, amandır bizdən bir nəfər öləcək, getməyək bu işə, adamı niyə ölümə verirsiniz? Vətən yolunda, mübarizədə qan vermək lazım. O qanı özümüz də verə bilərik və ya başqası da gəlib onu tökür, əgər bizə xeyri varsa, vətənimiz bizim əldən gedir. Öz vətənimizdə, ana dilimizdə bir sinif dərs oxuya bilmirik. Nətər biz gələk ondan müdafiə eləyək? Bir vətəndə ki, mənim danışmağa haqqım yoxdur, dilimi çəkib kökündən çıxardırlar çölə. Mən o vətəni niyə müdafiə eləməliyəm? Onlar ki, deyirlər ki, Qərbin, komünistlərin oyunlarına biz girməyəcəyik bundan sonra. Onların Qərblə düşmənçiliyi var, geçsinlər özləri davalarını aparsınlar. Özləri dava eləsinlər. Bəziləri deyə bilmir, cürəti yoxdur bəlkə. Və ya bəlkə deyir ki, görəsən birdən sabah səhvə dəyişər, mənim bu sözüm yaxşı olmaz. Özləri bilər. Biz deyirik ki, Cumhuri İslamiyə hücum bəşəriyyətin xeyrinədir. Tək bizim yox, bəşəriyyətin xeyrinədir ki. Çünki bu Cumhuri İslami əlinə atom bombu alırsa, bəşəriyyəti məhv eləyəcək. Nə oturub, bəziləri oturub, pan-İranistlərin oyununa giribsiz, komünistlərin oyununa düşübsüz. Pan-İranistlərin xaricdə olan Cumhur İslaminin müxaliflərini deyirəm. Olanları bəyaniyə veriblər, oxusaz. Yazıblar ki, əgər İrana hücum olursa, məcburən biz gedib düşmənimiz Cumhur İslaminin yanında duracağıq. Çünki İran dağılır. Bizə nə olubdu? Biz nəyin dağılmasını istəmirik ki, gedək Cumhur İslaminin yanında duraq. Cumhur İslami bizim bir nömrəli düşmənimizdir. İçəridəkilər demirlər, başa düşürük. Bu rejim getməyincən bizə heç bir haqq, hüquq verilməyəcək. Özünüzü allatmayın. 15-ci maddə də icra olunmayacaq. Özünüzü allatmayın. Milləti allatmayın bu şüarlarla. Görürsünüz onun qolu məqalə yazıb. O sayti məqalə yazıb. Qanuni fəaliyyətə dəvət edib yenə də qanuni fəaliyyətlər çoxalacaq yazıb. Görürsünüz? Havadır, xəyaldır. Bu Cumhur İslamının öz oyunudur. Hərəkəti kontrolləmək üçün ortaya atdığı oyunudur. Bu Cumhuri İslami reformpəzir, islahpəzir deyil. Ola bilməz bunda reform olsun. Yenilik gəlsin. Ola bilməz. Qulaqlarındakı tüylər getdikcə metr uzunlaşır. Uzun eğir. Çoxalır. Tərəf hələ indi deyir ki, Xameneyi anasının
qarnından çıxanda başını çıxartdı, ya əli dedi, sonra ayağını çıxartdı. Bunlar bu qulağı tühlülüklə məmləkəti idarə etmək istəyirlər. Ən böyük də panfarsız bunların elə özləridir. Bu rejimin dağılması nə hansı yolla olur olsun bizim xeyrimizədir. İstəyirlər vursunlar, xeyrimizədir. İstəyirlər vurmasınlar, ancaq iqtisadi təhrimi çoxaltsınlar, içindən dağılsın, o da bizim xeyrimizədir. Nə eləyir, eləsinlər, bu rejimin əleyhinə bizim xeyrimizədir. Biz niyə oturub özümüzü qoşmalıyıq ki? Millət, sizdən sual soruşuram. Razısınız ki, Cumhur İslaminin əleyhinə hücum olsa, gəlib onu müdafiə eləyəsiniz? Razı olanlar zəh vursun desin. Özdə qorxmursunuz ki, rejimdən də qorxmayacaqsınız indi. Çünki rejim sizə dayıca dəstək verəcək. Bilsə ki, kimsiz gəlib cebizə biraz pul da qoyacaq. Zəh vurun deyin görə telefonumuzu açıq qoyuruq indidən. Hər kəs İrana hücum olursa Cumhur İslaminin yanında duracaq, zəh vursun, danışsın. Əvvəl mikrofonu sizə verərik. Görək, kimdir bu? Bunu deyənlər. İndiki də qorxmamalısınız. Adınızı da deyin, adresinizi də deyin, qorxmayın. Cumhur İslami sizə gəlib pul verəcək. Yoxdur belə bir Azərbaycan hərəkatında bu fikirli insanlar. Yoxdur. Bizim bildiyimiz qədər. Amma bir də götürüblər, istəyirlər hərəkətimizdə yeni bir fikir yaradalar ki, güya hücum eləyənin qarşısında durmaq inqilabi bir işdir. Yox. Kürdlər qədər bizim ağlımız yoxdur. Ərağa hücum olundu, işğal olundu. Hələ də işğaldan qutarmayıbdır. Qazanan kim olubdur? Kürdlər. Biz niyə bunu görə-görə, gözümüzün qabağında görə-görə nə oturmuşuq kənarda? Əvəzin ki, deyək ki, gəlin özümüzü hazırlayaq ki, hücum olunanda oradan da bizə bir şey çıxsın. Gətirib bəziləri bəyanıya yayırlar ki, Amerikanın hücumunu istəyirlər, bunlar nə bilim belədir, bunlar millətin qanını tökəcək. Millətin qanı tökülür, millətdə qan qalmayıb ki. Millətin ailəsini də dağıtdı bu rejim. Ailə qalmayıb və İranda qabaqçı kimi Güney Azərbaycanda. Millətin yarısı o birisinə boşdur, yarısı qaçaq düşüb, bir qisməti heroinlə, həşişlə, bir iddəsi evlənə bilmir, pulu yoxdur, evlənən boşanır, pulu yoxdur. Ailəsini dağıdıb da bir şey qalmayıbdır bu millətdən. Oturublar ki, hücum olsa biz onun qarşısında durmalıyıq. Bu quya erqi vətənpərəsti bizdə bu qədər. Vətənini sevən birinci düşmanının dağılmasını istəyər. Nəinki birinci düşmanının güclənməsini. Vətənimiz də bizim Azərbaycandır. Telefonlarımızı da açıq qoyuruq. Buyurun, millətdən eşidək. Söhbət budur ki, Cumhuri İslamiyə hücum olursa biz neynəməliyik? Siz deyin, biz eşidək. Buyurun lütfən. Bəli, eşidirik. Buyurun lütfən Tehrandan. Salam ağa. Salam. Ağa yorulmayasın. Sağ olun. Mən ağa əslən bu sözdən vağən alo. Bəli, bəli. Səsim gəlir. Səssiz lap da yaxşı gəlir. Gözləyirsiniz ki, səssiz televizyondan yayılsın, yayılır. Yalan deməyəcəksinizsə danışın. Bəli. Sizin sözünüz koldan qəbul varım. Buyurun lütfən. Koldan qəbullığım var. Fəqət bir dənə mərdumun Buyurun. Mərdumun bir dənə qorxusu var mənim nəzərimə. Televizyonu səsini azaldın. Qorxusu budur ki, bəli. Ölüm olacaq mərdumun içində. Bəli. Ehtimal var ki, ölümü ola bu zəngin içində. Bəli. Bəli. Çox təşəkkür edirəm telefonunuzdan. Fəqət qorxusu budur. Bəli. Çox təşəkkür edirəm. Mərdumun qorxusu budur. Zəng olsa ölüm olacaq. Bəli. Mərdumun cavanları beyndən girəcək. Bəli. Ərağı hücum elədilər, paytaxtı aldılar. Yadımdadır ki, Bəğdadın bir tərəfində Səddam Hüseynin bir mücəssəməsinin başına ipi atmışdılar, yıxa bilmirdilər. Amerikanın tankları gəldi, çəkdi o zəncir bağladı, çəkdi o mücəssəmə, o heykəl düşdü, yadımdadır. O şəhərin o biri tərəfində də Səddam Hüseyn o biri tərəf hələ almamışdı Amerikanlar. Orada biz Zerzəmidən çıxdı, deyirdi ki, az qalmışıq NATO-nu məğlub eləyək, elə bir gün sabah qutaracaq.
Bəğdadın da yarısı getmişdi. Onun mücəssəməsinin başına ipi salıb sürüdürdülər. Qəzzafinin gəldilər, Libini aldılar. Bağışlayın, Tripolini. Qəzzafi qaçmışdı, Sirtdə sonra bəlli oldu. Gizlənmişdi, deyirdi ki, elə bir həftə qalıb bunların burnunu biz əzmişik. Saxlardılar, onu öldürdülər tutandan sonra. Bu Cumhur İslaminin şuarlardan da qulaq asmayın. Gündə haykü basırlardan belə eləyəcək, elə eləyəcək. Bunların o şuar verməkdən sonra zatları yoxdur. Ərağı qərb dövlətləri alanda işğal elədilər. 100 nəfər ölməmişdi. Ölənlər sonra oldu. Onların arasındakı cəngi düşdü, İran saldı, onda adamlar öldü. Kürdlərdən heç ölən olmadı. Çünki Kürdlər tez ağıllı oldular, öz məntəqələrinə dövlət qurdular, ordu qoydular, heç kəsi qoymadılar ona. Biz bu cür fikirləşməliyik. Bu rejim bu sadəliyə ortadan gedən deyil. Bunu ya gərək təhrimlə evini yıxalar, ya hücum eləyərlər. Nə olur olsun, biz birin ya o birisinin tərəfdarı və ya müxalifi deyilik. Sadəcə deyirik ki, biz ölçəndə, oturub biçəndə görürük ki, bunların getməsi bizim xeyrimizədir. Nəyin bahasına olur olsun. Hər halda biz bir gün bu qanımızı verməliyik bir iddəmiz. Bu rejimdən canımızı qurtarsın. Dua yazmaqla nə olmayacaq? Buyurun, fikirlərinizi eşidək sizin. Tehrandan, sonra Ərdəbildən eşidəcək. Buyurun. Əhməd bəy, salam, axşamınız xeyir. Xoş gördük sizi, buyurun. Axı, bu günlərin mənə dəyməyən 40 min il yaşasın. Vaxtı ki, məndən işi yoxdur. Azərbaycanın Amerika ilə cəngi yoxdur ki. Bəli. Cəng olanın, onunla cəng eləyən Farslardır. Farslar dəri bir quruh Taliban. Bəli. Quruh Taliban. Bəli. Biz neyniyə onlar ələn bu günlər bura həml eləsinlər. Bizə nəzər əli var, bizə bir yerdə xeyri var. Fursan elə o zaman bizim əlimizə düşəcək ki, necə ki, Kürdlərin əlinə Əraqda düşdü. Bəli. Bizim də o zaman əlimizə o fürsət düşəcək ki, elə həmlə oluna bura. Yoxsa bizim öz əlimizlə çarə tapa bilməyəcək. Çünki silahımız yoxdur, bunun da hamısı təpədən dırnağa silah var idi. Bura ələn 2 dənə muşay açılsaydı, Azərbaycanda 100% biz istiqlalı ələ gətirmişdik, 100%. Muntaha nə xərcə ki, yubansa bizim zərəlimizədir. Elə Allah eləsin, elə bu gecə bura həmlə eləsinlər. Bizə nəzər əli var. Yəni Kürdünlə, Ərağın Kürdü ilə bizi müqayisə elə. Müvəffəq biz yəgər o həmlə olunsa bura. Heç narahatçılığı da bizə yoxdur. Axşamınız xeyir olsun, xudahafız, vaxtınızı tutmuram. Sağ olun, Ərdəbildən də eşidək. Müvafiq, müxalif hamıdan eşitmək istəyirik. Buyurun lütfən. Ərdəbildən. Alo. Bəli, buyurun lütfən. Ərdəbildən müzahim olacaq. Xoş gördük sizi. Sizə qurban yorulmayasınız. Sağ olun. İstədim bunu ərz edəyəm ki, Bəli. sizi Haçandan bu yana bizi qəyyum eləyiblər. Mən heç kəsin qəyyumu deyiləm, siz də mənim qəyyumum deyilsiniz, mən də sizin qəyyumunuz deyiləm. Sözümüzü danışırıq. Sözünüz var, siz də deyin. Bu azad mikrofondur. Mən də sizin Türkəm. Bəli. Mən də sizin təkin Türkəm. Bəli, bəli. Və Türklüyümə də iftixar edəyəm. Bəli. Müntəhi məratib. Cahil təəssüf burada ki, biz vətənpərəstük. Bəli. Biz İranlıyıq. Bəli. Bizim tarixi 9500 saləmiz vardı. Bu tarix, elə sizin oradan bir sual soruşum da. Azadsınız. Bir dəqiqə sizdən bir sual soruşum. Bəli. Bu tarix 9500 salı, yəni 2500 illik tarixdə, düzdür? Bəli. 2500 illik tarix, 2500 il bundan əvvəl tarix niyə başlandı? Farsların gəlməsi idi. Sən farssan ya türksən? Mən hamilən bir Azəriyəm. Yəni türksən də. İranlıyam. Yox, İranlığı bildim, İranlığı bildim. Sən farssan ya türksən? Mən türkəm. Yaxşı, türksənsə sənin tarixin niyə 2500 ildir? 2500 Farsın tarixi var. Sənin tarixin nə vaxt başlanır? Fərqi yox ki, elə. Fərqi var. Şah İsmail Səfəvi də elə türkdür. Şah İsmail Səfəvi türkdür. 2500 deyildi, 1501-də Nadir Şah Əfşar da türkdür. Yox, o da elə vabət. Mən istəyirəm deyəm ki, siz hələ Əhdinamə tarixinizin başlanğıcını bilməyibsiniz. Ay möhtərəm. Əhdinamə Türkmənçay, Qulistan da tarixdir. O da bir tarixdir. Farsın tarixi mənim tarixim deyil axı. Bəli, sənə qurban olum. Xahiş eləyəm, bunu biraz da qəbul eləyin. Fəqət bunu istəyəm, ərz edəyəm. Siz bu millətə qəyyum deyilsiniz. Heç kəs millətə qəyyum. Xümeyni Xameneyi qəyyumdur. Səni mənə kim təyin edirsən? Yox, kim deyir səni? Yox, Xameneyi qəyyumundur. Mənim sərvərimdir. O da türkdür. Sərvərindir. O da türkdür. Bəlli oldu. Sənin xəbərin yoxdur, mən ərz edeyim. Mənim heç kəsin işim yoxdur. O da türkdür. Yox, bir dəqiqə. Əhmədinəcad sənin nümayəndəndir. Kim? Əhmədinəcad.
Əhməd Nəcatda rəis cümhurda belə. Yox, sənin əksəriyyət qəyyumündur. var. Yox, sizin qəyyumuzdur. Sən dedin bağışlayın. Sizin qəyyumuzdur. Onu mərdim intiqab elə Yox, vicdanı. sizdən mən soruşuram. Sizin qəyyumuzdur. Hamımızın qəyyumuzdur. Hamının tərəfindən danışa bilməzsiniz. Öz tərəfinizdən Və danışın. özümün də qəyyumumdur. Ay sağ ol. Bu da bəlli oldu. Bunu fəqət istədim məhzərzə ərz eləyəm ki, Məhzər-i şərifizdən biz təşəkkür edirəm. danışaq ki, məntiqi olsun. Bəli, çox təşəkkür edirəm. Bəlli oldu. Söz gərək ya fəlsəfi əqli ilə düz olur, ya fəlsəfi nəqli ilə. Bəli. Bu söz nə qarədir ki, bizə duruyorsunuz, bu işi görün, o işi görün, o işi görün. Biz bu zindecanlıqda, bədbəxtlikdə, qəhd-ü qərada, həlvədə qalanından sonra torpağımızdan biz hərasət eləyəcəyik. Torpağı sizin Hər əlinizdə yandan deyil ki, hərasət hərasət eləyəsiniz. Çox təşəkkür edirəm. Torpağınız da sizin əlinizdə deyil. Keşke əlinizdə olaydı, hərasət eləyirdiniz. Torpaq sizdə deyil axı. Sənin ustandarı Tehran təyin eləyir. Sənin fərmandarı Tehran təyin eləyir. Sənin Ərdəbili və mən də Ərdəbilliyəm. Ərdəbilvə 13 milyon dolar pul verir, İsfahana 500 milyon dolar pul verir. Sənin Ərdəbilində nə var ki, ay bədbəxt axı? Söküb dağıdıblar. Ərdəbilin yarısı Tehranda gedib fəhləlik eləmir. Ərdəbili gedib İsfahanda, Şirazda, Yəzdə, Kirmanda fəhləlik eləmir. Ərdəbillinin əlində olsaydı, Ərdəbildə fabrikanı tikərdilər də. Ərdəbildə Ərdəbillik qoydular. Dağıdıblar məmləkətimizi, mənim torpağım əlimdir. Torpağın sənin əlindədir. Sən adı sənindir. Öz Ərdəbilini sən bir dənə məktəb aça bilmirsən, dərs oxuya bilmirsən öz dilində. Bədbəxt axı, mən bağışda bədbəxt deyəndə təhqir mənasında demirəm, həqiqəti deyirəm. Oturubsuz. Amma Hizbullah olduğunuza görə haqq verirəm ki, məcbursuz onu dəstəkləyəsiniz. Çünki bu Hizbullahların sonu gedir. Gələcək Xameneyinin getməsini. Ona görə mən də başa düşürəm sizi. Buyurun, Sulduzdan və Təbrizdən eşidir. Təbrizdən, sonra Sulduzdan. Buyurun lütfən. Alo, salamlar. Salamlar, Alo. xoş gördük sizi. Yorulmayasınız Əhməd bəy. Sağ olun sizi. Bəli, mən bir nəzərim vardı bu mövriddə ki, biz ya alan o ağa ki buyurdu mən İranlıyam falan. O düşsün o İranlılığın işinə. Əgər sən vaqən vətənpərəstsən, ağzında deyirsən burada vətənpərəst, sən gözünün qabağında bu yekalıqda Urmu gölün qurudurlar, sən səsin çıxmır. Hələ məlumdur, Amerika, İsrail həmlə eləyə, eləməyə. Buradan sən özüvə nişatır doldumuzdan. Sən elə burada öz ələnən göz gözəlsə, öz işivi gör, öz vətənini qoru. Hələ məlumdur ki, Amerika bir sözdü deyib, həmlə eləyəcək, həmlə. Kaş elə həmlə eləsin. Elə həmlə eləsə bizim işimizdir ki. Çünki niyə? Çünki elə biz biləxərə biz bahana axtarıq bu rejimin əlindən qutulaq. Fəqət burada xahişim budur ki, Azərbaycan millətindən Türk olaraq gəlsinlər, öz dərdodlarına yetişsinlər. Sağ ol. Bağışlayın, mən çox narahatım, bizə elə qəhər basır bu sözlərini. Öz dərdimizi İstəyəməzsə qalıram, burada qəhər basıb atsa qalıram ağlayım. Çox sağ ol. Mən öz göz görər ki, burada Urmu gölüm quruyur, min dənə bəla tökülür özbək. Hələ oturmuşam vətənpərəstlikdə. Baba, Amerikamla eləsə, sən deyəsən, Xameneyi rəfsən, sən bir şey olur. Olar, baba, çıxıb qaçıb gedəcək öz yerində, villalarında dolanacaq, zətdi, beton zətdi, muşək filan. Baba, sən öz vətənpərəstsən ki, öz dərdə otuva yetiş, bax. Bir kəlmə sən türkü danışanmısan mədrəsədə, bir dənə televizyonda. Hasta qal, sən öz Ərdəbil, Təbriz, Urmiyə, Sedası İman televizyonlarında yavaş-yavaş dönüb farsı danışır. Sən bu nə vətənpərəstliğidir? Bir o elə nəzərim oydu, bir də bir nəzərim var idi bayaqki bərnamədə. Bu elə yaxşı bəhslər açmısınız. Ümidim var ki, bu idaməsi ola, bu dini raciyindən. Xurafat. Bəli. Bəli, xurafat ki, İmam Hüseynin pərçəmini götürüb gedirlər orada, Nuhu oxuyurlar İmam Hüseyin. Məncə deyib sənə geçsin ağa birinin hərimin xüsusinə təcavüz elə. İmam Hüseyin haqq yolunda, ədalət yolunda şəmkir yedildi. Sən niyə bu bərnaməyə qatırsan dinə? Fəqət xahişim budur, bu bərnamələri çoxaldın. Elə tikə-tikə də bu mövzular çoxalsa, mərdimin fikri, zehni, din babətindən çoxalar. Bu çoxalmalar çox bahis olar ki, mərdim nifrəti çoxalsın bu mallalardan. Çünki otururlar, nə mənə gəlir ağızlarından deyirlər. Çox sağ olasınız. Məndən bu qədər vaxtınızı çox almayayım, yaşasın. Təşəkkür edirəm, sağ olun. Sulduzdan eşidəcəyik, sonra xaricdən eşidəcəyik. Buyurun lütfən. Sulduzdan buyurun. Salam Əhməd oğlu. Salam, xoş gördük.
Bazen Azərbaycanda elə doğrudan elə gələn Həzərdə zindəci edirlər. Alo. Bəli, eşidirəm sizi. Elə bir gələn Həzərdə zindəci edirlər. Sən dünyadan heç xəbər yoxdur. Amerika əgər vurmadı bəlkə bu adından ölür. Ölmək yaxşı bu yaşamaqda. Biz Azərbaycandan bu məmləkətdə heç ixtiyarımız yoxdur. Zindəgimizdə ixtiyarımız yoxdur. Bilmirəm, dahidən bir dərs aslında. Bəli, mən yaxşı başa yəni eşidirəm, amma bilirəm nə deyirsiniz. Həmvətənlərimiz yaxşı mütəvəccüh olmurlar. Siz də yəni müvafiqsiniz ki, biz öz dərdimizi həll eləyək. Yəni əgər baxın, biz sağ olun, mən təşəkkür edirəm Sulduzdan. Xaricdən olan əzizlərimizdən eşidəcəm. Mən bir dəqiqə bunu soruşum. Əgər İrana hücum olacaqsa, bizi insan saymalıdırlar ki, biz də o İrandan müdafiə eləyək. Əgər biz İrandan müdafiə eləyəcəksə, bizim haqlarımızı verməlidirlər. Dilimiz azad olmalıdır, siyasi imdanlarımız azad olmalıdır, Urmiya gölünə nəcat verməlidirlər. Ki, əgər İrana da hücum olsa, bu millət desin ki, hə, biz də haqqımızın bir qismətini almışıq, qoymuruq xarici gəlsin. Vaxtı bizə heç bir hüquq vermirlər. Xarici hücum eləyir, əsən oranı vursun, dağıtsın, yandırsın va. Mənə bunun nə ziyanı var? Şiraz getdi. Xorrəmşər getdi. Təbrizə gəlməyəcəklər. Təbrizdə onların bir şeyi yoxdur axı. Ərdəbildə nəyi vuracaqlar? Təbrizdə vuracaqlar, Niru heyvanı qoy vursunlar. Sipahi Pasdaran mərkəzini vuracaqlar, qoy vursunlar. Bu Sipahi Pasdaran bu millətin evini yıxır axı. Millətin evini yıxanı biz oturub qoruyacağıq ki, biz irqi vətən pərəstimiz vardı. Əraqda girib dağı bağı vurmurdular ki. Milləti vurmurdular ki. Ərteşi vururdular. O ərteşi ki, müqavimət edirdi, onu vururdular. Müqavimət eləməyəni də vurmadılar heç. Baba, bu rejim bir dənə topun, silahın gücü ilə oturub bir millətin qanını çəkir şüşüyə. Bir də deyir ki, hə, o qan çəkənləri biz gəlin qoruyaq. Mən heç vaxt özümü kimsənin qəyyumi, həmişə mən danışıram, mən heç təşkilatımızın da tərəfindən danışmıram. Bu mənim öz sözümdür, fikrimdir, bu bir nəfərə. Bəhs açmışıq, söhbət eləyirik. Deyin görək, içəridən biraz Tehranı qəbul edəcək, sonra güneydən hələ bir 10 dəqiqə telefon qəbul eləməyək, tabi telefonlar aradan çıxsın. Deyin görək, bizə hansı bir müsbət bir şey vardır ki, gələk bu rejimin, bu İrandan müdafiə eləyir. Bir şey olsun ki, biz də deyək ki, buna görə müdafiə eləyirik. Heç bir şey verməyiblər axı. Tehrandan alırıq, sonra o bir telefonlara keçəcəyik sürətlə. Tehrandan buyurun lütfən. Alo, selam. Tehrandan buyurun lütfən. Selam Aybola. Selamlar, xoş gördük sizi. Görülmüyor. Sağ olun. Mesir muvaqa ki zəng vermişdi ya, bunları müdafiə edir. Onların onun barəsində danışam. Buyurun. Yəni, ay bədbəxt. Bir dənə fikir elə gör, bu Tehranda hansı dildi ki, bir belə mühaciri vardı. Bədbəxt. Bizim nə qədər şəhərdə yukarı geliyorsa onu tutdu. Bundan bir belə təxir, nəzir deyirlər də diləmək ki, də bundan təhqir, bəli. İşte belə gör, biz nə qədər əski gör, baba, vallah, ələm farslarla biz zərədinin kedi oturup da deyirlər, bəhs elə gör, nəzir səndən bərxor deyirlər. Baba, əfqanını vallah səndən şərəfli bilirlər. Əfqanını səndən şərəfli bilirlər, Həzrət Abbas. Yarı razıdır, əfqanını ol, belə türk olmuyor. Axı, nədir bundan adam gerək kənara gedir? Buyurun. Buyurun. Vallah bədbəxt. Mən də işim yoxdur, sağ ol. Çox təşəkkür edirəm. Mən. Londondan nömrə 1. Buyurun lütfən. Londondan nömrə 1. Buyurun lütfən. Alo. Bəli, buyurun lütfən. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Yaşasın Azərbaycan. Sağ olsun Günas TV-ni. Sağ olun. Varışlarla narahat elədim. Buyurun. Mən geçmişdə bir verilişə baxırdım. Bu Özət Halanın oğlu Qaçanda İsrailin səfirliyinə adam çağırmışdı ki, buna İngilisin vizasını alsın ya pasportunu alsın.
gəlib İngilisdən istəmişdi viza, verməmişdilər biləsinə. Nəysə, İngilis buna viza vermədi. Dedi ki, yaxşı adam deyildi, yaxşı çalışanmadı. Nəysə ərəblər apardı. Faşistləri, manqurtlarla bir yerdə ərəblərin durumda bu edir. Mən İngilisdə yaşayıram. Oradan Mundar coğrafiyadan, İran adlı Mundar coğrafiyadan çox qaçqın var burada. Yekincirə gəliblər. Bir seri Rıza Palamın oğlu ilə qaçıblar. Bir seriler var, çoxlu pul yatırdılar burada. Şefe bakımda bu avam bədbəxt millətin puluyla qoylar durdular sinə çalsınlar. Bir seriler ki, səhlədilər. Çoxlu hissələri dinlərin dəyişir. Ayrı dinə gedirlər. Belə sayısız hesabsız. Məsələn, mən 300 nəfərin bir yerdə görürəm. Hətta kitab yazmaq olar. Bunlar bir dinlərin dəyişirlər. O İranda olan İslamdır da, burada dinlərin dəyişirlər. Nəysə bunlar İngilis fas faşistinə 100 il bundan da bax bir dənə dövlət qrup verib bunların əlinə fas dövlətçilik bacarmır. Hələ bir bayraq səbəb eləyirlər, bayraqları yoxdur. İngilis bunları bir dənə tərsə şilləsi vuracaq. Bunlar fas şirkətdə uğurlayacaqlar 100 il. Manqurtlarla bir yerdə. Bunların hələ ləyaqət yoxdur, dövlət dursunlar. Bunlar gəlib İngilislə özlərin bir quldur. İngilisi buna bədəsidir, İngilisi buna cücəsidir, İngilisin buna nökəridir, İngilisin buna təmədən çəkinləri qoyan bir yana. Yaşasın Azərbaycan, dağışlayın, narahat elədim, biraz da, nə bilim, çox yaşasın Azərbaycan. Çox təşəkkür edirəm, sağ olun. Londondan nömrə 2 eşidək, sonra Stockholmdan eşidəcək. Buyurun lütfən. Alo, salam Əhməd ağa. Xoş gördük sizi. Mən Zəhvəm. 3 dənə nöqtə istedim işarə eləyəm mən. Buyurun. Biri budur ki, o Ayətullahçı danışırdı, bu Ayə Əl-Xamneyə anadan olanda Türk, özdə işarədir, Türk ailəsində anadan da Əli çıxmışdı. Ya Əli dedi. Deyir, istəm görüm, həm Ayətullahdan soruşum, həm də Ərdəbilli dostumuzdan soruşum. Görüm, bu Ayətullah Xamneyə onu Türkçə dedi, ya Farsça dedi. Amma ciddi məsələyə keçməkdə 2 nöqtəyə istedim işarə eləm. Biri budur ki, Amerika hücum eləyəndə bir tərəf. Amerika da deyəndə mədəni dünya, yəni qərbi dünya hücum eləyəndə, baxın Yugoslaviya, baxın Iraka, baxın indiki Suriyə, ya Libiya, onlara baxanda görürsünüz ki, bunlar insanlarla işləri olmayıbdır bir. Və bunlar demək olar ki, o sistemin, aparatın yaradan aparalar. Aparatın aparmasa cəngi daxilə düşər. Ona görə Saddamın ordusunu dağıtdılar. Libidə ordunu dağıtdılar. Maksimov sipahi məxsusu dağıtdılar. Və Yugoslaviyada ordunu dağıtdılar. Sonra eləyə bildə cəmaat azad eləsinlər. Yəni İranda da hücum eləsə, bəli, adam öləcək. Əgər olan adını adam deyə bilirsiniz. Sipah bastıracaq, bəhsicidən çox öləcəkdir, Qudsudan öləcəkdir. O məxsus savamad adamlarından öləcəkdir. Onlar öz yerində. Bu biri. Bir də budur ki, əgər bu dostlarımız baxıb danışırlar burada, məsələn, o Ərdəbil dostumuz, sən əgər bir də tarix oxusan, o Sasani zamanları, İskəndər İrana hücum eləyəndə, İran dərdi o vaxtda Sasani deyərdi. O vaxt hücum eləyəndə Azərbaycanla bir nəfər ölmədi. Çünki əvvəl Azərbaycanla danışdı, Türklərlə danışdı. Sonra o İskəndər İran ki, Yunana hücum eləmişdi və olan kitabxalarına ot vurmuşdu falan. Mən gəldi, onun intiqamını aldı. O məsələdə cəhətdən çıxarlar. Tarixdə Türklər həmişə siyasətdə qabaq olublar və ondan ki, hücum elə bilirlər nə edəcəklər. Üçüncü nöqtə ki, istedim toxunum budur ki, bayaq işarələrdir ki, bu mollalar, axundular, ya bu dincilər, yəni yalancı dincilər demək olar da, otururlar öz otağında bir hədis yaradırlar filan və Əhməd. Mən o barədə bir ayrı nöqtə işarə eləyəm. Mən istəyəm bu Ayətullahlar, ya nə deyirlər, hər kəs kitab yazanlar, dini kitablar yazanlar, baxın görək, siz bir dənə İranın o yetkanda İranda bir dənə dini kitab tapın ki, bunun bir dənə məxəzi mənbəyi vardı. Yəni bunların əsası yoxdur. İmam Hüseyni biz orada cavan olanda deyərlər cavan öldü. Deyərdilər ki, elə deyərlər ki, biz dedik 18 yaşında İmam Hüseyni öldürüb də yazı.
İmam Hüseyin müharibə eləyəndə, dava eləyəndə 56 yaşında ölüb də qardaş. O vaxt 56 yaşında yaşamaq elə çox ömür idi. O nöqtəyə nəzərdən bizim o cəmaatımız o qədər qələt məlumat verib, o kitablar, heç bir məxəzi, mənbəsi yoxdur. Elə hamı əlim vurub başına ki, İmam Hüseyin'dən cavan öldü. Qəzət cavan ölməmişdi, 56 yaşı vardı. Çox sağ olasınız, bundan çox vaxt tutmam, təşəkkür edirəm. Hələlik sağ. Çox təşəkkür edirəm. Sağ olun. Başqa telefonumuzu Salar bəy alaq, sonra Kanadaya qaydacağıq. Buyurun. Sayın Obalı bəy, salam arz edirəm bütün Knyaz TV-ni seyr edənlərə. İcazə versəz, gözəl nöqtələrə işarə edin, mən də bir qısa nəzərimi bildireyim. Bəli, buyurun. Bəzən Obalı bəy, söhbət bundan gedir ki, İrana həmlə olunacaq, ya bir iddiadır ki, olunar, bir iddiadır olmayacaq. Bəzən də, şəxsi mən özümdən danışım, mənim bəzi dostlarım, mən hamısı yox. Qədim dostlarımla tənqid edirlər ki, mənə, sən niyə söhbətlərində həmləşəməsən, həmləyirsən Hizb-i Tudiyə, nə bilim, əksəriyyətə filana. Siz özünüz dələn bəyəklər yazdazatda da dediniz. Mən dırnaq arası bir şey şahiliyim. Baxın, bugünkü gündə baxın bu Niruhay Besta siyasiyə ki, geçmişdən istiqalıbdır. O cümlədən Hizb-i Komünisti Kagəri, o cümlədən Hizb-i Hekmətistlər. Da bunlar ki, Hizb-i Tudiyə deyirlər ki, baxın görün bunlar tamamiyyətə ərzi İrandan nə cüdif edirlər. Aya insan bunları həml eləməsin və neynəsin? Bir. İkinci, mən vaxtı söhbətlərimdə deyəm ki, insanın və istilah roşanfiklərin adlı insanların içində böyük rolu vardı və elə bilirlər, onları bəqol deyirlər, həm alladalar, həm düz yola çəkirlər. Bu bir gerçək vaqiyyətdir. Bunu nəzərdə tutmalıyıq. Siz gözəl nöqtəyə şairlərdiniz, mən onu bir daha vurgulayam. Baxın, biz kimik ki deyək İrana həmlə olunsa, axı bizi kim tanır ki? Axı, məsələn, mən deyəm İrana həmlə olunsun, axı məni kim tanıyacaqdır? Söhbət bundan gedir ki, aya əgər İrana həmlə olunsa, diqqət eləyin suala. Bəli. İrana həmlə olunsa, bu adamlar ki, nəzər sahibidir, harada qərar tapıblar? O bağlı bəy, 3 dənə nəzər vardı. Oradan ki, mən eşitmişəm orada burada. Bir nəzər deyir ki, ağa, gedib dururuq pastaların yanında, pasta libası giyirik, bərabər onlarla savaşarıq Amerikanın, məsələn, qərbin əleyhinə. Bir nəzər deyir ki, bizim liberal olduqda işimiz olmaz, bizə nə? Bir nəzər də deyir, dayanlıq Amerikanın qabağında. Başa düşsən? Bəli. İndi hansının nəhvi nədir? Mən şəxsən indi söz sahibi mənəm da, mənim adım ağa, Sağlar Qoca. Söz sahibi mənəm. Mən deyəm, əgər İrana həmlə olunsa, mən 10 İranın yanında duracağım ki, bizə xeyri vardı. Bu qərbilər olsun, hər kəs oluyor olsun. Necə ki, Əraqda gördük, Kürdistan. Beləxərə istər-istəmiz oyda alıb. Siz bilirsiniz ki, o sədəmə ki, Bəğdada dəyibdi, oranın Kürdistanı dəyməyibdi. İndi soyda ticarət vardı Kürdistanda. Hamımız da görürük, təyyarələr müstəqim gedirlər, gəlirlər. Bəli. Söhbət bundan gedir ki, bu adamlar ki, addan qopla beyestilah solçu, ki, mənim nizamda heç zət dərlə bunlar, fəqət öz roşanfik dillərində desəm, və qol demişdi, revizyonist, öz dilimizdə desəm, KG'lərin dilində desəm, bir də lompen, falanj. Başa düşdünüz? Bu adamlar 33 il bundan qabaq bir dəfə böyük iştibah səhv eləyiblər. İndi 32 il o zəncidən, İran-Əraq zəncindən 32 il geçirir. Yenə bir daha istəyirlər bu iştibah eləsinlər, səhv eləsinlər. Bilirsiniz niyə? İlləti budur ki, bu adamların əslən bu şəxsilərin ya divanədirlər, ya əqəb-uftadədirlər, ya əslən bunların kompleksləri var öz aralarında. Bunlar qanmırlar ki, millətin istəyinədir. İnanın, əgər düzəməlli referandum olan millətdən sən amar tutasan, millətin %80'ı, %90'ı deyə hər kəs gəlsin, vursun bu cinayətkarları beynindən aparsın. Bir adam ki, dəridən dırnağa müsəlləhdir, o xurafat, cəhalət, oturub oyda gündə eşitmişsiniz bu Xamneyinin axidəkinə söhbətiniz adın, fəqət o balı bəy danışır. Fəqət danışır, deyinəm mən bədəni aciz darım. Başlayıb da ökütmə bilə, hamısı ağlı insanlar. Əsən bilmir ki, o istəyərlər nə desin, nə danışsın. Yəni, insanlar bir belə giriblər deməli xurafatın, cəhalətin içinə. Başa düşsən?
O tərəfdən də vaxtı Aydın Besla adını qoydu. Ay Keşkər. Bu gün o müsahibəsini eşitdim Fars radiolarında Fransada. Keşkər də ki bilirsiniz, geçmiş elə bu əksəriyyətdən zadında ayrıldı. Vaxtı bu adamla əl çəkmirlər bu teorilarla. Vaxtı bu cinayətlərlə bunlar əl çəkmirlər. Bizim haqqımız var bunlara həml eləyək. Bizim haqqımız var bunları nəqd eləyək. Nəqd eləyək ki, sən yalan deyirsən. Səndən roşanmışlar çıxmaz. Hətta qal bu millət bilsin, təyin təklif eləsin bu cür beistilər roşanmışlarla. Yoxsa ki kim deyir, o nə obalı deyir, oraya həml olunsun, nə günah devi deyir, heç kimsə demir. Bizim söhbətimiz budur, əgər həml olunsa sən hayda qərar tapacaqsan. İndi gəl, çıx meydana, şəxs, təşkilat, əncümən, hər kəs olsan ol, gəl mozəvi nişan verəsən. Gərək mozəvi nişan verəsən. Ola bilməz ki, sən bir qolda iki səndənin arasında oturasan, dərvaqa gələsən doğruca. O zaman iki səndənin arasında otursan, o tərəfdən də çəkərlər, bu tərəfdən sən düşəsən yerə. Gərək durasan bə qolu, elə o bitdələr, pastayların yanında, gelindilər, durubla elə. Durmaq lazımdır ki. Ya da gələsən bə qol deyirlər, bu tərəfə. Bəzi vaxtda aranı istirlər bə qol deyirlər, insanlar cardırsınlar. Tuğdahay mərdum özü salar. Yazıq Tuğdahay mərdum hardansa o bana ver. Bəzən bir sənə söhbətdə gəliyor Aliyə. O beslə səsim gəliyor balı bəy. Gəlir bəli, eşidirik. Bəzən də bu söz atırlar ki, millətin ehsasatına. Amerika gəlsə bizə təcavüz eləyəcəkdir. Siz bilin vicdanınızdan sizdən soruşan və tamam adamlar ki qulaq verirlər. Məgər indi necən təcavüz olmayıbdır bu millətə? Məgər həmən bu yaşlılar gözlərindən təcavüz eləmədilər. Taze qızlarını, oğlanlarını təcavüz elədilər. Hələ qızları ki səhlidir. Axı təcavüzün nə fərqi vardı? Məsələn, xaricəli eləsin ki, məsələn, nə bilim, hətmən olan nəzərində pastar təcavüz eləyəndə yaxçıdır, xaricəli eləyəndə pisdir. Əslən belə deyil. Təcavüz eləyəndə də olur da. Başa düşdünüz, gözümüzlə də gördük, gedib tələbə oturubdu, şikayət edibdi Musaviyə ona buna ki, mənim oğluma, mənim uşağıma təcavüz ediblər. Əgər bunlar dincidirlər, əgər bunlar dinə inanırlar, filan elə bəni onlar tutmayıblar o adamı ki, sən necə adamsan, necə müsəlmansan, necə xamne etsən, necə vilayət fərqi qəbul edirsən ki, oğlana təcavüz eləmirsən. Bunlar yalan deyirlər, bunlar milləti alladırlar. Yazıq o bizim millətimiz ki, hələ adlı milləti bıraxın. Adam danışçıdır, adam nə bilim 15 klas dərs oxuyubdur, başına qardır, girib qarın içinə heç bilmir ki, nə danışır. Hansı İslamla, hansı ki, o bağlı mən şəxsən özümdən danışım, tarifimiz yoxdur. Nə imam sen, nə əli, nə peyğəmbər, bunlar hamısı hava sözlərdirlər. Bəzən atırlar ya ki, millətindən bağırlarını dərmin. Hansı bağır? Milləti yazığa icbarən və qolu Bakı ləhcəsində soxublar bu şeyləri. Milləti azad qoysan, millət olanın tərəf deyil ki, axı. Millətin %90'ı bu şeylər qəbulu yoxdur, biçarələri də sənizə gücü ilə saxlayıblar. Gözümüzün də qabağında gördük Azərbaycanda neynədilər, orada gördük Rafiq dərini. Bizim millət bunlara görə, hələ deyək millətin də qol deyirlər əl açıqda. Sən ki adı bu qoymuşsan Roşanfik, bir belə də nə bilim fəaliyyət siyasi dəmsən bestilər ki, mənim üzərində başına dərsin o fəaliyyət siyasi. Axı nə vermirsən bu millət alanmısan? Onun üçün mən sözümü belə xülas eləyəm. Mənim şəxsən nəzərim bu deyil ki, nə bilim Hizbi Tuğda filan. Mən bayaqlar dedim, indi də deyəm. Da Hizbi Komünisti bestilər Kagəri, Hizbi Hekmətist. Da bunlar ki beste şey değiller ki. Bunlar Hizb-i Tuğda değiller ki. Bunlar tamamıyla İran'dan verirler. Bundan o Hizb-i Tuğda'nın ne farkı vardı? Hiç farkı yoktu. Mahiyette memzunda hiç farklar yoktu. Fakat pozu siyasi vermekte farklar vardı. Birbirlerine pozu siyasi versinler. Neyse ben ümit ediyorum ki sözlerimi yetirebildim. O bağlı ben size ve bütün Günah TV işleyenlere uğurlar arz ederim. Ümit ediyorum ki doğrudan bir daha da ki olubdu, bu Roşanfiklər beistilər arası özlərinə gəlsinə bu milləti caydırmasınlar. Çox sağ olun mənə vaxt verdiyiniz üçün. Təşəkkür edirəm. Sağ olun, fikirlərinizi dediniz.
İlqar bəydən eşidək Kanadadan. Sonra indi içəridən telefonları bir-bir qəbul edə bilərik. İlqar bəy, buyurun lütfən. Salam Əhməd bəy. Xoş gördük Hər sizi. vaxtınız xeyir. Sağ olun. Sağ olun, təşəkkür edirəm. İlqar bəy, güzəşt edeyim. Əhməd bəy, mən bir nəzərdə yetirməliyəm. Bu İran-Əraq zəncirində, savaşında Bəli. 350 min nəfər şəhid verdi. Bəli. Dediyimiz o coğrafiya İran milləti adına. Bəli. Ki 500 min nəfər cambaz qoydular millətin əlinin üstünə. Bilirsiniz, bu 350 min nəfərin nə qədəri Azərbaycana yetişir. Yəni baxılanda Tehrandan sonra ən çox ölü verən, şəhid verən Azərbaycan yurdu oldu. Yəni cambaz verən, mən özüm bir cambaz ailəsindənəm. Yəni dədəsizliklərin, oğulsuzluqların, qardaşsızlıqların Azərbaycan milləti çəkdi. Savaş qutulandan sonra bilirsiniz, o imkanat bölünən zamana gələndə, yəni yetişməli zaman, o zaman ki da savaş bitdi, gəldilər imkanat bölüşməyə. Azərbaycan yəni ən dalda qalanlardan oldu. Heç zaman yəni Azərbaycana öylən verilmədi bu dövlətlərdə. Bunu deyəcəydim, hər bir yəni azadlıq istəyən ölü verməlidir. Olmaz ki, yəni bizə azadlığı töhfə deyir. Yəni töhfə ünvanında birinə gətirib azadlıq hədiyyə verməzlər. Doğrudur bəli. İndi Qərabağı əlimizdən alan fikirəm belənçi bir düşüncə olar. Yanlışsam siz buyurun. Qərabağı bizim əlimizdən alan belənçi bir düşüncədir ki, getsək ölərik. Getmədilər, yəni biraz onları da qınamaq istəmirəm, amma erməni qabağında biraz dalı oturdular, ölümdən qorxdular. Qarabağ əldən getdi. Yəni bu Azərbaycan indi əldən gedir. İstəyək, istəməyək. Buna qan verilməsə Azərbaycan olmaz. Yəni bu Azərbaycanın Azərbaycan olmağına tez ya gec qan veriləcək. Bilirsiniz, indi də zindanlarda olanlarımız var. Siyasi fəallarımız hamısı zindanlarda, köşələrdə oturmuşlar. Yəni hamını bir cürlər basmışlar, danışanın səsini kəsirlər. Yəni nə qədər dayanılacaq buna? Nə qədər bir millət yəni oturub baxa bilər öz sərnəveştinin özgələr əli ilə rəqəm yeməsinə? Gəldilər, indi başlayıblar, bilirsiniz. Rafiq Tağını da öldürdülər. Yəni başlayıblar indi bizim düşüncələrimizi öldürməyə, başlayıblar indi bizim alimlərimizi öldürməyə. Rafiq Tağın nə demişdi ki? Sizi nəzərinizə çatdırmalıyam. Peyğəmbər zamanında da bir dənə şair var idi, Arvad xalqı bir şair var idi. Peyğəmbərin ziddi idi. Yəni ziddi də deyildi, vəli Peyğəmbəri xoşlamayanlardan idi. Gecə ilə getdilər, bunu öldürdülər. Bilmirəm, kimə demişdi ki, behişt vədəsi ilə. Gəlib görmüşdü ki, uşaq arvadın sinəsi üstə yatır, uşağı alıb qoymuşdu kənara, nənəni öldürmüşdü. Gəldi, səhər məsciddə Peyğəmbərə yetişdi, dedi ki, öldürdüm filan kəsi. Deyir, behişdə filan kəslə sən məşhur olacaqsan, yəni behişdə bir yerdə olacaqsan. Yəni bu, yəni İslamın ilk başından bu ziyalıları, bu bülənləri, bu ziddiləri, öz ziddilərini öldürmək yəni var. İndi Rafiq Tağı da yəni elənci bir sərnişdə düzəldi. Yəni bu rejim hər kəs ki bunun ziddinə danışa, hər kəs ki bunun istədiyini istəməyə öldürəcək. Elənci bir ölməkdən əlbəttə bizim Rafiq Tağıya tohin cəsarət qəsdimiz yox. Bəli, belənci bir ölməkdən yaxdı. Yəni elə sinəni güllə qabağına verməkdir məncə. Yəni biz eləyə bilirik sinəmizi güllə qabağına verək. İndi bəlkə də deyərlər ki, güneydə oturanlar deyərlər ki, hə, Kanadada o yanda bu yanda oturub belənci bir sözlər deyir. Biz də elə zamanında kötəyimizi yemişik, əziyyətimizi, azarımızı təhmişik. Mən bir dənə cambaz ailəsi olaraq burada nə iş görürəm? Mənim Azərbaycanda hər bir imkanatım vardı. Bilənlər bilir. İndi zorlanmışam, qaçqınlarımız, köçməyə məcbur olanlarımız, biz də köçmüşük, qaçmışıq. İndi burada qalmışıq. Bunu istədim deyəm. Bir də ki, bu pan-farsismlər, yəni hamısı bir-birinə taydı. İndi siz Rıza Pəhləvisinə baxın. Rıza Pəhləvisi, o Şahzadə Pəhləvi dedi ki, əgər qərar ola ki, İran parçalana, mən bu mallaların rejiminin yanında duraram. Dedi mi, demədi mi? Bunu dedi, bizlər hamımız gördük.
Yani biraz fazla düşünmemiz lazım. Yani buna biraz fazla zaman vermemiz lazım. Bir qaydaq, yəni duraq eşikdə, bir işin içində olanda çox anlamaq olmur. Biraz yəni eşikdən durub baxsaq bu qəziyyəyə, görərik ki, bizə doğrudan zülm olur. Bizim vətənimiz aradan gedir. İndi Urmu gölün qurutmaqlandır. Ziyalılarımızı öldürməklandır. Yəni alimlərimizi, siyasi fəallarımızı həbsdə saxlamaqlandır. Bizi öldürürlər. Bəli. Ölməkdir, xırıldamağa nə gəlib? Əgər qərardır öləm, elə güllə qabağında dayanıb öləm. Mən özümü deyirəm. Bəli, təşəkkür Sizin edirəm. zamanınızı çox almayım. Sağ olun canım, Var sağ olun, olun. təşəkkür edirəm mən də. Təşəkkür edirəm. Urmiyədən, üzr istəyirəm, nədir? Tehrandan alaq, sonra Kərəcə keçəcəyik. Tehrandan buyurun. Lütfen. Alo, Əhməd bəy mənəm. Xoş gördük sizi, bəli. Hər vaxt xeyir olsun, Hər Əhməd vaxt bəy. xeyir. Bütün günazda işləyənlərə, zəhmət çəkənlərə yorulmayasan deyirəm və eşidənlərin hamısına, bütün Azərbaycanlılara vaxtınız, gününüz xeyir olsun deyirəm. Mən də mövzuya qoşuldum, zəng açdım və xüsusum Əzir İmamı xidmətinə. Bu Ağa ki buyurdular, mənbərdə oturmuşlar, söhbət edirdilər. Əhməd bəy, hamı bilir, yəni dünyada bütün insanlar bilirlər ki, o qabağında duran insan ki, onunla danışır, o kimdir və onun həddində söhbət eləmək lazımdır. O da bəhərhal bu millət işi ona oturmuşdu, söhbət edirdi. Düşüncəsi odur və o düşüncəyə layiq də elə bir söhbətdə gedirdi orada. Bəzən də ola bilər ki, kimlərin ihanət ola, yəni o xəlafı onun əqidəsi istəyək məramı, kimlərə də bir qol üstünü göstərməşiz. Bəzən görürsən imamat oyun olur, Qurana ihanət olur. Halbuki nəzəri ayrı bir şeydir, nəzəri tərifləməkdir. Bulandı, mütəəssifانə o müşkilat vardı və baş sonraki məsələ qabağa gəlir. Bu ki İrana həmlə olar ya olmaz ya olsa biz nə etməliyik? Mənim nəzərim bir Türk-İranlı olaraq vəziyyət istəyirəm, Azərbaycanlı olaraq o farsların üzərinin bir statları var, məsələləri var. Deyənlər deyir ki, bəray mən nemizüşe, mikham bəray nə mənə bezüşe. Bir şey ki mənə, yəni mənim torpağıma, mənim vətənimə ondan xeyir gəlmir, hər nə mənə olur olsun, onun silinməyi, səfədən paç olmağı mənim xeyrimədir. Bəli. Biz 30 il bundan qabaq, 36 ay topun güllərin qabağında getdik. İndi başa düşürəm ki, başqa bir adamlara, başqa bir millətə ki, məni heç adam saymırlar, məni heç adam hesab eləmirlər, getdik canımızı qoyduq. İndi 7 ildir dizimi qucaqlayıb oturmuşam öydə. Genə də bir belə senaryo qabağa gəlsə, genə də bir belə ittifaq düşsə, məndən əgər özüm durub bu işin qabağında gedib dərbağa qolumu sürməyib, ondakı kimin gedib bu işi görsəm, buna deyərlər bir dəlikdən 2 dəfə vurulmaq. Bəli. Biz bir dəfə bu dərdisərə düşdük, bu yalancı vətən deyərək, torpaq deyərək getdik. İndi İsfahana bütçə verirlər 500 milyard, mənim ustanıma 2 o qat cəmiyyətdə verirlər 50 milyard. Bunu vaxtı mən düşümdəm, təbiidir ki, mənə belə bir cavablar deyəcəklər. Vaxtı ki, mən anlamıram ki, baba, mənim dilim yoxdur danışmağa, mənim uşağım gedir, təcdid olur, rədd olur, oxuya bilmir. Bunu anlaya bilmirəm, təbiidir məndən bu cür danışarlar. Çox sazı o deyərlər, volumum getsə yuxarı bir 5 lira olur, yağ verirlər, gələm oturamıyorum. Mənim hər işim, qurbum, mənzələtim, özüm tərif eləmişəm müqabilimdəki şəxsə, hökumətə, hakimiyyətə, dövlətə. Mən bebiləyəm. Bu insanın gəlir Ərdəbildən, sizdən xəbər alır, sən kimin vəkilsən, heç özünə bu sualı vermir, özündən bu sualı qabil eləmir ki, baba, bir adam ki, oturub öz nəzərindəyir, mənim ona güllatmaq, mənim nə işim var, sən ondan soruşam mənə. Sən özün kimsən, özündən soruşdun, dedi, ağa, mənlə, Ay Əhməd Rəşad mənim sərbərimdir, mən onun nökəriyəm. Eləncilik bir adam mərdəmin əqidəsi xəbər alır. Təbiidir ki, bu adamın bədbəxtlik intizarındadır, təbiidir ki, bu adam giriftar olmalıdır. Bəzən də görürsən, Qur'anın özündə ümdə surələrində yazıbdır ki, insan fikrinə, təəqqülünə, təfəkkürlə düşür görgünə. Uyuşturucu fəqət bu deyir ki, müxaddirat verirlər insana. Uyuşturucu bu təhmili, təfəkkür, qələt, bunun da adı uyuşturucudur. İnsanlar aparırlar, şüsuy məğzi verirlər və o cür qeyri-aqilana işlərə məğzlərin yolla gətirirlər, təhvil verirlər, durur, milləti başqa zatlara çəkir. Fikirlərə ki, əqlidən mərduddur, əqlidə onun nümrəsi yoxdur əslən.
Her insanın ki aklı bir şeyden yiyipti, o insan nasalimdi, o insan merizdi. Gece ben gözümle düğünlere göre Peygamber sallallahu aleyhi ve sellem Allah sen kimsen dedi. Kemesle insan. Ben sizi kimin bir insanım. Bəli. Fakat farkım buradadır ki benim sizinle benim bir derbağa bir iddiam vardı. Bu kabul edersem merdim eğer derbağa rey verseler benim dağımda dursalar bu bir yaxşı formudur. Bunun ne köyden gelip ne meyraca gidip ne aşağı gelip ne bu insanıdır bir nefer insanıdır. Bunu da durup ayrı bir şey demek ihanettir buna hürmettir. Bəli. Teşekkür ederim. Çox təşəkkür edirəm. Sağ olun. Sağ Danışdınız, fikrinizi dediniz. Urmiyədən və Tehrandan eşidəcəyik. Kərəcdə olunan telefonumuz kəsildi, bağışlasın. Zəng vursa əvvəl onu qoşacağıq. Urmiyədən buyurun lütfən. Alo, salam. Salam, xoş gördük sizi. Yorulmayasınız. Sağ olun, sizi xoş gördük. Buyurun. Bu Bilseri məsciddə işləyənlərin haqqındakı bir söz demişdiniz. Bəli. Biri var Urmiyədə adı Cavad Şükrullahpur'dur. Bu Urmiyanın şəbəkəyi pəncində də quzarışda təhiyə edir, mucridir. Urmiyanın da təzahüratında film bərdarlıq elirdi, raport verirdi. Hətta mən özümüz gözümdən gördüm ki 2 dənə 17 yaşında oğlanı ki girmişdilər, parkingdə gizlənmişdilər Xəyyam xiyabanında, onları tutturdu. Ziddi Şurişə xəbər verdi, dedi ki onlar gediblər gizləniblər orada. Film götürürdü, xəbər verirdi. Hətta Urmiyanın da Seyid Cevat məscidində də bətər fəaliyyət edir, dəsmalkeşlik edir. Bu şəbəkəyi pəncdə işləyir. Kulli yenə bu işlərdən görür. Adı da Cavad Şükrullahpur'dur. Mən çox bu səhnəni gördüm, tanıram bilərsin. İstədim ki, fişə eləyim bilərsin. Təşəkkür ederim, sağ olun. Fikrinizi dediniz. Təbrizdən, Tehrandan 5, Təbrizdən 6 eşidəcək. Tehran buyursun lütfən. Alo. Tehrandan buyurun lütfən. Alo. Bəli, xoş gördük, buyurun. Salam, yaxşısınız Ahmet bəy. Sağ olun, buyurun. Yaxşıdır, halınız yaxşıdır. Çox sağ olun. Bura bax, mən Tehrandan müzayim oluyam. Buyurun. Bu şəbəkəyi Günah Sivini alan mən 5-6 gündür tapmışam. Bəli. Heç bilməydim əslən, yəni şəbəkədə mağarada gəzdim, alın 5-6 gündür tapmışam bunu. Bəli, bəli. Bu adamlar ki, alın zayıfları o yandan bir yandan, bunlar tamam Hizbullah'ydı, bildin? Bəli. Fakat sizden bir xahişim vardı, bunların səsini aslında qoymayasın millət eşidə, bildin? Eşitsə də eybi yoxdur, fikrinizi deyin. Azad dünyadır, qoy da desin, fikrinizi deyin. Səsim gəlir. Səssiz gəlir, deyirəm azad dünyadır. Siz də fikrinizi deyin, darıxmayın, qoyun desin. Mənim fikrim odur, fəqət bizi Farsi ilə qarışdıran bir-birinə dindir, bildin? Bəli. Tuğdalıqda ki, bizim Azərbaycan ayrıldı, o Azərbaycanla bir olmağa, bizim qoca kişilər, bizim adamlar o dedi, ay, orası bizim dini beyindən aparacaq, belə olacaq, falan olacaq. Bizi Farsi ilə qarışan, Farsi ilə biz dində qardaşıq fəqət. Yeməkdə, içməkdə, nə bilirəm, iqtisadda, hesabda biz onlarla qardaş deyirik. Fəqət din qardaşı yox onlarla bizlə. Azərbaycanlılar evin yıxıb, yəni 1000 il bundan sonra da kara gəlməz. Fəqət milləti Azərbaycan, fəqət bu o yana, Farsdan ayrıla vəssalam. Bağışlayın mən müzayim oldum, bir müzayim oldum, zay vururam sizə. Sağ olun, təşəkkür edirəm. Təbrizdən nömrə 6, sadə dili ilə millət sözünü deyir. Çox sağ olun. Təbrizdən buyurun lütfən. Alo. Xoş gördük, buyurun. Alo. Bəli, buyurun. Salam Ovalı bəy. Salamlar. Yorulmayasın. Sağ olun. Mən Təbrizdən zəhmürəm. Buyurun lütfən. Əhməd bəy, mən də elə sizinlə bu fikirdəyəm. Və çox əminəm ki, biz yaxında özümüz bir müstəqil Azərbaycan dövləti quracaq və mən həmişə elə bu ümidlə yaşamışam. Və elə bir rejim, Əhməd bəy, 33 ildir populist bir rejimdir, faşist dini və yalancı və şeytan sifət bir dövlətdir. Bax, elə bir sadə də bir məsələ bir görək ki, biz ələn bu ərəbi keşvərlərdə bu ittifaqlar ki, düşürlər, bu hələ Bəhar ərəbi deyirlər, bunlar hələ öz aralarında bunu məsələn nə mənə İnqilab İslamidən deyirlər, ilham alıb, bu cür bir yalan şeytan sifət zətlərlə millətə yaymaqla. Amma sən gəlirik, baxırıq ki, biz bu keşvərlər fəzə, məsələn, Yəməndir, Bəhreynidir, bunlarda ki, məsələn, bırından soxurlar, orada bir ara qarışdırarlar, bunları nişan verirlər millətə. Amma Suriyədə ki, baxırıq ki, öz milləti necə deyirlər, bu diktator Bəşar Əsədin əleyhinə qalxıbdır, heç bunlardan bir ad aparmırlar, hətta görsətmirlər də. Hətta bunlar məsələn gəlirlər, məsələn, ad aparanda da onlardan deyirlər ki, bunlar da fitnəcərdirlər. Və elə bu tam məsələn müşəxxəsdir, bunlar 33 ildir yalan danışıblar. Ya məsələn Xümeyni özü işə üçünə gələndə nədir? Bir populistli bir şəxsiyyət idi, yalan danışmaqla, filanla, behmanla bu cür milləti nədir deyə qurdu və cəngi saldı. Bunların hətta hədəfləri bu cəngidə nədir deyərlər? Cəng eləməklə bunlar neyərlər? Öz inqilablarını zad eləyərlər, hifz eləyərlər.
Mən elə fəqət ərzim yoxdur. İstəmirlə bunu bildirirəm ki, bu hər nə mənə olsa vaqə nəzər elə bizim nəfimizədir. Sürüdə o fərmayışız kimi nəzər buyurmuşdur özür. Çox təşəkkür Çox edirəm. məmnun. Təşəkkür, sağ olun. Sağ olun. Kərəcdən eşidirik, sonra sağ olun. Kərəcdən sonra Tehran, sonra İngilistan. Kərəcdən buyurun lütfen. Alo, salam Əhməd bəy. Xoş gördük sizi. Buyurun lütfen. Yorulmayasın Əhməd bəy. Çox sağ olun. Tehrandan o ağaç izahlamış idi. Əgər hamle olunsa İrana biz adamlar öləcək, qorxuruq filan de, mərdum qorxur. Mərdumun qorxmağı yoxdur. Mərdumun işlər yoxdur. Fəqət paygahlar vuracaqlar. Bəli. Necə də neçə yerə hamle elədilər. Afqanistandır, Irak'dır. Bir şeyə ki hamle elədilər, NATO hamle elədi. Artıq mərdum nəcat tapdı. Biz indi ki xoşal olaq. Azərbaycan mərdumu gərək xoşal olaq, bir olaq, həmrəy olaq, həmfikir olaq ki bu ittifaq ki düşür bizə. Biz bundan gəşə beynəhvə əhsən istifadə eləyək. Nəcür? Biz eləyə bilirik silahlanaq. Mən əhdaflardan xahiş eləyəm, eşiklər ki vardılar, ya içərdər ki vardılar. Azərbaycan mərdumuna bir olsunlar, baham olsunlar, silahlanaq, biz öz məmləkətimizdən himayət eləyək. Yəni öz mərzi, hətta mən özüm ki Kərəcdə yaşayırım, Kərəzi də, Tehran belə verdi faslara. Qəzvindən bizim mərzi məntəqələrimiz ki var, o mərzidən himayət eləyək. Bir də baxıyorum mənə Əhməd bəy, mən o ağa ki, o kişi ki, adam ki Ərdəbildən gözü deydi, mən üzümü tuturam o adama, deyirəm ki, sən də elə həman adamsan ki, əlin mallalan kafasındadır yiyirsən, olan xırda yiyənlərsən, üz istəyəm mən, 35 milyon bir cəmiyyədir İranda. Xob, 35 milyon mərdimdən 5 milyonu zizibildir. Gedib olublar Sibahar Qodsudan, gedib olublar Bəsici, gedib olublar necə deyirlər, Axıtdan dövründədir, Faslan dövrübəndə, Axıda yiyənlərdir. Mən onlardan işim yoxdur. Mən o bir millətdən də istəyəm, ələli olsunlar, bir olsunlar. Məyər biz özümüz 30 il bundan qabaq Xuveyli gəldi, pitva verdi, Saddama atmaza sözlər atdı, Saddam hamlələri İrana. Məyər nə oldu? Azərbaycanlar getdilər, dif elədilər İranla. Əlimizə də bir şey gəlmir. Azərbaycanlı indi ki öz böhlən. Bəli. Doğru. Azərbaycanlı indi ki öz böhlən qoyur qabaqlarına. Bu fikir eləyərlər ki, Xumeyni zamanı da indi hamı roşan fikir olub, indi hamı bilir ki tarixi nə mənadır. Ya o kişi ki, adam ki Ərdəbildən dedi bizim 2015 tariximizə yox, bizim 800 salə şayət də Təbrizin altın mühəqqqiqlər qazalar, nələk xaydalı eşiyə, yəni bizim şinasnaməmiz, bizim tariximiz Təbriz dəsnaf əl vurmalıdır. Yəni heç kəs əl vurmayıb Təbrizin altında. Yəni təhqiqlər olunmayıb. Təbrizin altında qazıntılar ola, tarixi çıxadiləşir. Şayət bizim necə deyirlər 12.000 illik xidmətimiz ola. O 2015 salı kuruş kimdir? Faslar kimdir? Biz Türk'ük. Bunlar bizim yer yurtlarımızdır. Ta Sovyet'den gedincən bizimdirlər. Tamam o yer altından ki çıxıblar bir savad dözü danışır. Ya da əli bu mallaların kasalarındadır yiyicirir. Bu qədərlə oxşamaz. Biz Azərbaycanlar, hamı Azərbaycanlar ayrılıblar. Mənə o dərəcə biz 8 il cəng oldu. Tamam Azərbaycanlar getdilər, cavandan verdilər, qırqına, öldülər. Həman faslardılar ki, biz duyduq Şəhrivanın neçəsidir, 3-idi, 5-indən bu yana da, 3-ündən bu yana başlandı. Biz ki, qalxdıq, Urmu gölündə olduq, biz etiraz eləmidik hökumətə. Biz istədik Urmu gölündə olduraq, nəsəf verək mühiti sistemimizi. Mənə buradan, necə deyirlər, Tehrandan Nirolar töküb tökmədilər bizim başımıza. Urumiyədə çönüb deməmişlər ki, gəlmişik fasla adam eləyək, tühlər adam eləyək. Tamam faslaydılar. Tühlər ailələr. İndi behtərin fürsətdir bizə düşüb. Ya bizim toplumuz, nə var, 2-3 nəfər adam dayanır bir yerdə, 2 dana tüh dayanır bir yerdə danışır. Gəlin onu tuturlar, parla salırlar zindana. Bizim toplumuz tiyaxtı çocuğu hey vurdu. Necə deyirlər, istədilən ki, doldu adamına, hamı birləşdi, öz tüy şüarlarımızı verdik, Faslarlardan qorxduna gəldin, indi timi belə eləyiblər. Sabahlarına şimdi oyunumuz var idi, həman Tehranda. Persepolis ilə oynayacaq, göncinə tüyləri nə oynayacaqlar? Göncinə Türk qeyrətli mənbələrimiz nə oynayacaqdır? Bəli ki, həman Batumlar vurulacaq ki, tüylərin başından. Mən üzümü tutuyum o bir qeyrət tüylərə, bəsdir da. Özünüzə gəlin, adam olun. İndi də bu NATO həmləli bir şey suç eləyək. NATO həmləli su istifadə eləyək. Yəni öz vətənimizi qoruyaq, öz toprağımızı qoruyaq, öz həqqaniyyətimizi qoruyaq. Biz necə eşikdə, Əhməd bəy, siz özün, mən elə bir dənə nəma
nümayəndə Azərbaycanla sizlərlə danışıram. Siz eləyə biləsiniz ki, qudret əlinizdə var, yaxçılıq da keçəsiniz bizə eşikdə. Belə nə mənə desəz, biz canbəy kəfiz, canımızla, malımızla, həmə cürə gedək cəngə, bunlarla da cəng elək, biz toprağımızı azad elək. Azərbaycan gərək məcud elə, vahid Azərbaycan qurula İranda, öz topraqlarımızı ələ alaq, öz dilimizdə mədrəsə quraq, Urmu gölümüzü dolduraq. Mən çox-çox xoşalam. Xoşalam ki, NATO həmdə eləyim. Yəni 1-2-3-ü mən sayıram ki, elə üzümü tuturam Allah tez NATO həmdə eləyir, biz bu köpək xurafat hökumətdən rahat olaq. Bəsdir də, mən hamım başına kəsilibdir, qanına gedir içəri. Bəsdir, mənim Azərbaycan. Bəsdir, qalxın ayağa, əl-ələ, qol-qola qalxın ayağa, öz şəxbaniyyətinizi, öz məmləkətinizi azad eləyin. Məndən bu qədər, başımıza dolanma. Çox sağ olun. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan yiğitləri. Məndən bu qədər. Təşəkkür edirəm, sağ olun. Millətdir də danışır. Yəni, biz bilmirik NATO həmlə eləyəcək, eləməyəcək. Biz demirik eləsin, eləməsin. Onsuz da bizim sözümüzdən o həmlə eləyən də deyil və ya saxlayan da deyil həmləni. Odur ki, biz deyirik ki, belə olsa biz nə iş görməliyik? Təbrizdən, Tehrandan eşidəcək, sonra Təbrizdən, sonra İngilistandan. İçəridən telefon qəbul edəmək ki, İngilistandakı dostumuz da çox gözləməsin. Tehrandan buyurun lütfen. Xoş gördük. Əhməd bəy, xoş gördük sizi. Axşamınız xeyir olsun. Tehrandan sizin vaxtınızı alıram. Hər vaxt xeyir. Sabah müsabiqəmiz vardı. Bəli, saat 3-dədir də fikir edirəm, hə? Persepolisdən traktor. Mən tamam Tehranda olan türklərdən xahişim budur ki, traktora dəstək versələr, həmişəki kimin şuur-şoğla gəlsələr. Biz gərək özümüzün huzurumuzu hər halda bir dənə bəhanə timlə də olmuş olsa, özümüzü gərək görsədək. Bu birimizin mənim sözüm. İkinci sözüm budur ki, məntəqədə, bu Xavərmiyanə məntəqəsində proseslər, dəyişikliklər sürətlə gedir qabağa. Məlumdur, heç həmlə ola, ya olmaya, şayət taktiklər bəzi kişilərlərə fərq eləyər. Ya məsələn, bir dənə İrana elən görürsünüz ki, alternativ üçün biraz elə qalıblar. Çünki deyirlər, bu gelsin, kim gəlsin? Bəli. Alan Qərbin böyük sualıdır qabağında. Əgər bunu olmadı, kim olsun bunun yerində? Budur ki, biz gərək biraz hər halda huşyarlığımızı gərək hifz eləyək, birliyimizi gərək hifz eləyək. Bizim tənha nəcat yolumuz birliyimizdədir, huşyarlığımızdadır, ağahlığımızdadır. Yaşasın Azərbaycan, yaşasın Günaz TV. Məndən bu qədər. Sağ olun. Təbrizdən eşidəcək. Təbrizdən buyurun. Alo, salam. Salamlar, xoş gördük. Əhməd dayı, mən Təbrizdən zəng verirəm. Xoş gördük sizi, buyurun. Əhməd dayı, mən bərnamızda baxırdım. Çox qət eləməyəsən, xahişən saxlayırsan ki, mən sözüm var. İcazə verin, mən sizə bir söz deyim. Bəli. Mən sizə heç sən demirəm. Bəli. Siz də mənim bacımın da oğlu deyilsiniz. Mən heç sizi tanımıram. Yəni bir insan olaraq oturmuşam sizin sözünüzə qulaq asıram. Əgər məskərə eləmək üçün adam axtarırsınızsa, gedin Fars kanallarına zəh vurun. Firidun bəy, buyurun lütfen. Alo. Bəli, buyurun lütfen. Yorum Yəstani Balı bəy. Xoş gördük sizi, buyurun. Bugünkü gözəl bərnamədən sizin çox təşəkkür edirəm. Çox dəyərli dostlarımızın hamısından faydalandıq. Ələlxüsus son məndən qabaqçı zəng eləyən hörmətli bacımız Turan xanımın dəyərli sözləri hər zaman əngizə verir. Çox sevindirir, günə sevindim onun sözlərindən. Amma qayıdım sizin bugünkü qoyduğunuz bəhsə, icazənizlə çox az fürsətdə fikrimi yetirim millətimizə. O ki, NATO həmlə eləyəcək, ya eləməyəcək, onu nə burada Ləndəndə mənim əlimdədir, nə Günah TV'də Əhməd Obalı bəyin əlindədir, nə də Təbrizdə o 35 milyon, Güneydə 35 milyon millətin əlindədir. Yəni NATO bilduğunu eləyəcək, yahud da İsrailli də Təbrizli də ki, İsrailli bir ömrü kürələrdə yana-yana, kürələrdə yandıra bilələrin bu nəticəyə yetişiblər ki, bir dəfə də kürələrə geçməyəcək, kürələrdə yanmayacaq. İndi bir zaman Hitler yandırırdı, bir zaman da bu faşistləri təsmin tutubdu ki, onları kürələrdə yandırsın. Bunlar da təsmin tutublar ki, bunun qabağında dursunlar. Dünyadan da olsa duracaqlar. Yahudlar da duracaq, Amerika da duracaq, hər kəs də dursa yap həqqə həlal olsun. Faşistin, adam öldürənin, qatilin müqabilində dayanmaq lazımdır, durmaq lazımdır. İndiyəcək biz də durmuşduq. Bu 30 ilin içində bizim də içimizə elə soxdular, üzr istəyirəm bu kəlməni istifadə eləməkdən. Bir itləmizi bir xasiyyət elədilər, bir itləmizin o
damarın əlindən aldılar. Adam oturub Təbrizdə, topraq əlindən gedib, dil əlindən gedib, şərəf əlindən gedib, vicdan əlindən gedib, tarixi əlindən gedib, gedir 18 il dərs oxur. Bir sətir öz tarixindən oxumur 18 ilin içində. Deyir ki, bizim məmləkətə hücum olunsa, biz vətənpərəstdik, biz bunların qabağında dayandıq. Axı, mən heç sənə bir söz demirəm o vətənpərəstdə. Mən nə deyirəm, mən də sənə fidə olum. Sən dünyaya fidə olsan, mən də sənə. Axı, səndə şərəf vardı. Təbrizdə 450 dana Yahudi, üzr istəyirəm, erməninin 450-500 erməni var Təbrizdə. Bu 500 erməninin danışqahı var, mədrəsəsi var, nə ərz eləyim, meyxanası var, viski kərxanası var, hər nə mənə desən var idi. Bu 500 dana erməninin özünə danışqahı olur. 35 milyon sənin başı var, necə baş salıbdı bu pas ki, səndə o şərəf hara gedibdi, sən şərəfi hansı itə vermirsən ki, yiyibdi özündə xəbərin yoxdur. 35 milyon dilivi əlindən alıbdı, tarixi əlindən alıbdı, toprağı əlindən alıbdı, milləti öldürür, ən gözəl şərəfli cavanların zindanlarda çürür. O böyüklükdə uğumu görüb can verir. Sən də olmuşsan burada elə farsın, sinəsin, daşın vursan sinəbə ki, mən vətənpərəstəm. Sən vətənpərəstsən, gəl elə bir Təbrizini qutar, gəl elə bir o ədəbində İlitlərini qutar. O Abbaslı Sani bir dənə Azərbaycan milləti ilə bərabərdir. O Abbaslı Sani getdiyi zindandan çıxart. O Abbaslı Sani'nin çəkbərgəşçisi var zindandadır. O Abbaslı Sani adam öldürüb zindandadır. Səhət Mətin Pur qətldən ötür zindandadır. Borc alıbdır, borç veribdir, neyinib, xilaf eləyibdir. Mallalar kimin heroin satıbdır, heroin çəkibdir, arvad üzü istəyəm sadir eləyibdir Ərəbistana, mallalar kimin. Nə əş görübdir o zindandadır? Səhət Mətin Purun zindanda olduğu illəti nədir? Ərdəbilli ki, zəh vurmuşdun ki, heqiqətdən dəm vururdun. Öyle o sənin həmşəhərindir ki, elə sənin öz dilindən ötür, sənin öz nənəndən ötür, sənin öz partından ötür, zindanda çürür. Sən də gələ otur burada lafasın daşın burasına var ki, mən vətənpərəstəm. O vətən dərsin sənin başı var. O vətənin toprağı sənin təpəndən uzad olsun, başından uzad olsun. Hamının, əgər Azərbaycanlı da qeyrət olmasa, şərəf olmasa ki o toprağın, ayağının altındakı o toprağın, Farsın isarətindən qurtarmasın, əgər o şərəf olmasa ki onu qurtarsın, ölmək o Azərbaycanlıdan yaxşıdır. O topraq o başından uzad olsun Azərbaycanlının. Əgər bir Azərbaycanlı ki tarix boyu o toprağın üstündə yaşayıb, o toprağın üstündə əkib, biçib, can verib, can alıb, öldürüb, ölüb, ta o toprağı qoruyub, bir günləri 4 dənə Farsın qorxusundan gəlib 5 tümən puldan ötür, 5 kilo yağ hələbisindən ötür, mozdurluq edir, bəsizlikdən ötür, mozdurluq edir ki, nə var, bir dən məsələn, malla gəzəcələr mənim müzdümü kəsər. Ay kişi, sənin müzdüyün oradan da kəsilsə millətinin yanında kəsilməyəcək ki, sənin müzdün millətinin yanındadır. Sən müzdüyü qoru, sən NATO həmlə eləyəcək, yap eləyəcək, qoy o NATO'nun başına dolanım, tez həmlə eləsin, sənin yaxan qutulsun. Təcavüzdür, dostlar gözəl dedi. Nə fərq vardı? Əvvəl lazım ki, mən bunu deyim ki, mən özüm əsən o ailədənəm ki, Rusların o həmləsində mənim böyük babam Təbrizdə Rusların qoşunu diri-diri qoyuyenlərdən idi. Yap elə iftixar edirəm ki, o kişinin oğluyam. İftixar edirəm ki, o kişinin nəvəsiyəm. Təbriz milləti, Azərbaycan milləti heç zaman Yahuda, Amerikalıya icazə verməyəcək ki, gəlsin Təbrizin xiyabanlarında reji getsin. Gəlsin Ərdəbilin xiyabanlarında reji getsin. Heç zaman bu iş olmayacaq. Bu işi bizim başımıza gətirən Paspagoğlu'dur ki, Bəqoğlu dostlar deyilib, din adı ilə onun gətiriblər bizim başımıza. Deyib də din qardaşı yox, gəlib də şərəfimizi, namusumuzu, vicdanımızı, tariximizi, varımızı, yoxumuzu əlimizdən alıblar. Varımızı, yoxumuzu əlimizdən alıblar din adına. Yoxsa Amerikalıda nə cəsarət vardı gələ Təbrizdə rejiyə geçsə. Gələ Rusluğunda gəlib keçə bilmədi. O böyüklükdə Rus imperatoru gəldi Təbrizdən, başın buluya qaçdı. İlk kimin qaçdı Təbrizdən? Azərbaycandan. Çıxdı, getdi, Cunuba dedi, bu Azərbaycan mənim yerimdə. Eləyə bilmənəm mən bu Azərbaycanda dayanam. İndiki bu adamlar ki, qorxur təcavüzdən. Qorxmasın, o Amerikalı gəlib bura təcavüz edəcək. Azərbaycan milləti, Təbriz milləti, Ərdəbil milləti, bizim yəni məsələn Mənzurun kürəyimiz milləti çox gözəl bilir ki, əcnəbinin müqabilində necə dayanacaqdır. Siz fəqət bu din şərəfsizlərinin əlindəki atların qoyublar müsəlman arvad satırlar, üz istəyirəm, heroin satırlar, qətl edirlər, qarət edirlər. Siz bunların müqabilində dayanın. Ki, sənin dilivi əlindən alıb, şərəfi əlindən alıbdır, erməninin danışqanı qoyub Təbrizə
Guruldur, Azərbaycanlı qalxır deyir ana dilində mədrəsə tutur batı zindana. Azərbaycanlı deyir ana dilində mədrəsə mühəndisəmanı kimi qoyur tireli dəyərinin altına. Deyirsən ki, ana dilində mədrəsə deyirsən, mən də səni tireli dəyərinin altından tutardım eşiyə. Sənin şərəfin yoxdur, Ərdəbilli. Şərəfin olsa, o canımı verəsən Azərbaycandan ötür. Fars özünü qoruyacaqdır. Farslar özləri bilirlər eynəyəcəklər. Sən elə bir özünü qutar. Abi bizim millətimiz ölübdür, qalıbdır. Hələ bir hesab yoxdur ha. Dünyadan olsa da hələ bu paslar özlərini nəzət verəcəklər ki, necə də verirlər bu qədər. Sən ki, sənin bədbəxti biçarə, bu böyüklükdə tarixin ola, bu böyüklükdə bəqoli şərəfli tarixi bir yaşaya, sənin şərəfli tarixi əlindən alıblar, heç sənin də xəbərin yoxdur. Ki, nə var, bir də malların adına gələr. Ay kişi, nə mallarına, nə var, əsən tarisin adına gələr. Bayaqdan dostlar gözəl deyirlər. Bizim bu Mina Əhədi xanım adında 2 gün bundan qabaq gəlmişdi, televizyonda danışırdı. Gəlib, mən onun səslərini də zəbt eləmişəm. Gəlib deyir ki, hamısı bunlar bir-birindən, gözə təbrizlidir, bir-birinə taydı. Gəlib deyir ki, bu söz onunkidir, mən deyirəm ey millət, siz də bilin, hizbi komünist qarı gəlir. Bunlar hamısı bir-birinə taydı. Gəlib deyir ki, ağa, əslən nə lüzumu vardı ki, Güney Azərbaycanla Kuzey Azərbaycan qatışsın bir-birinə. O böyüklükdə sərzəmini, dəqiqən bu sözü Fars kəlməsi ilə deyir. Deyir, o böyüklükdə sərzəmini mənzuru İrandır. O böyüklükdə sərzəmini parçalayaq ki, nə var Azərbaycanla türk birləşək. Baxın sözü, sonra gönüllü sual verirlər ki, bilətinə, sən indi tamamiyyət ərziyə İrana, ya əsən topraq məsələsində nə mənədir fikrin ki, bir belə sonra deyir ki, əslən bizim əslən topraq adında bizim bir müşkülümüz yoxdur. Topraq Bəni Adəminkidir. Bəni Adəm bollu-sollu yaşayarlar. Amma Bəni Adəmi razı deyil ki, Azərbaycanlı öz toprağının içində yaşasın. Bu xanım ki, komünistliyi, hörmətli mənim xanım bacım, komünistdir, dünyanın toprağını istəyir qatsın bir-birinə. Amma istəmir ki, öz toprağı müstəqəlli olsun. İstəyir öz toprağı Fars toprağının əlinin altında nökər oğlu nökər olsun. Özü təbrizlidir. Hamısı bunların bir-birinə taydıda. Azərbaycandan danışanda, haqqı təqdiri sərnəbeşdən danışanda, istiqlaliyyətdən danışanda sən düşməndin istiqlaliyyətinə. Mən bilmirəm bu istiqlaliyyətin nəyinə zərəri var. Hansı roşan fikri çıxıb iddia edirlər ki, mən istiqlalına müxalifəm. Amma bunlar ələnən elirlər. İstiqlaliyyəti olmayan insanın, istiqlaliyyəti olmayan millətin, yəni nökərçilik astılasının ağzındadır. Amma bunlar ələnən onun müqabilində dayanırlar. Kim var, bir dən istiqlalı olsa Azərbaycanın istiqlali fikrisi olsa, istiqlali siyasisi olsa, istiqlali mərzisi olsa, istiqlali coğrafiyası olsa, Farsdan ayrılar, Farsdin qardaşlarımız, bilmirəm, komünist qardaşlarımız, mücahid qardaşlarımız, hərəsinin özünə görə bir ləqəbi var da, bizdən ayrı düşərlər. Bir heyrik də bu böyüklükdə Farsdan ayrı düşər. Amma o böyüklükdə Qarabağın topraklarında bəqolu ermənilər at oynadırlar. Heç birinin şərəfinə də dəymir. Heç birinin qeyrətinə də dəymir. Danışanda deyirlər, sən tondur olsan, sən qan tökəsən. Mən qan tökürəm, qan tökənim mənəm. Mənim qanımı tökən, bizim millətimizin qanını tökənin müqabilində qalxıb dif eləyən də deyirlər, bu adam tondur oldu. Axını nə mənəm, mənim tondur oldu. Mənim namusum, şərəfim, toprağım keçsin ki, mən qalxıb indi bundan dif eləməyim. Qalxıb danışmayın ki, deməli, Qarabağdan danışanda bu adam tondur oldu. İstillə milləti bir xasiyyət. Özündən müdafiə eləməyə o adı qoyurlar ki, yəni sakit. Yəni bunlar hamısı taktikdir ki, sakit eləsinlər milləti. Mən də təşəkkür. Sən dəqiqən elədir. Sağ ol, bana sakitlik bir məsələdir. Bir yüzəlik bir məsələdir. Çox üzr istəyirəm. İstillə milləti o ülzəsin, o xasiyyəti insansın əlindən alsınlar. İstillə insanın o malikiyyəti vücudusu ki var da, İstillə onu təcavüz eləsinlər, onu qəsb eləsinlər. İnsan olsun bir dənə manken, insan olsun bir dənə meymun kimin təqlid eləsin. Bir gün Pəhləvidən təqlid eləsin, bir gün Xumeynidən təqlid eləsin, bir gün komünistdən təqlid eləsin. Bunların mənzuru odur ki, insanı təbdil eləsinlər meymuna. İnsan müstəqəl ola bilməsin. İnsan meymun kimin oynaqlasın bir iddianın qabağında. Millətləri meymun kimin oynasınlar. Hər halda Azərbaycanın, indi NATO'ya mən bunu deyim, xülat edeyim. NATO gəlir, dünya gəlsin, Azərbaycanlı özünə düşünüb, öz milliyyətini, öz toprağını, öz coğrafiyasını qorumalıdır və onu da azad eləməlidir. Heç fərqi yoxdur. Bir gün Azərbaycanda Farsın işgalında olsun, ya Amerikalının işgalında olsun. Amerika heç oranı işgal eləməyəcək. Amerikanın heç işgal da nəzəri yoxdur. Heç təcavüz, nə bilim, hücum eləyən də yoxdur. Bunlar özlərinin hay çıxardıblar. İndidən ayrı bir şey üçün
şüarlar atıblar ortaya. Eləsə də bizim xeyrimizə Film deyil. oynarlar. Onları da gözəl deyirsiniz. Film oynarlar. Amerika işgalın nəşi var. Amerika o böyüklükdə ərazi gəldi çıxdı. O böyüklükdə Əfqanistandan çıxır Amerikanın dərdi qutulub. Gələcəkdə Təbrizin xiyabanlarında, Tehran xiyabanlarında sərbaz oynadı. Amerika bir dəfə oynuyor onların müqabilində kristal qalıbdı. Deyir, bunları da qoymayacaq. Sağ olun, hər halda. Çox təşəkkür edirəm, çox sağ olun. Qoşaçaydan eşidək sürətlə, sonra Təbrizə keçək, sonra Usulduza. Biraz sürətləndirə bilsək. Xoş gördük, bağışlayın, çox yubatdıq. Müzahim oldum Ləvzə, salamat eləyəm sizə və əzdəkdir və görünlərimizə. Ubalı bəy, siz əvvəldə ki buyurdunuz, dediniz, zəhvırın və qoluna zəhvuz deyin. Bu müxaliflər, olaya siz dediniz ki, zəhvuzda ehtimalən gələrlər Ləvzə bir caizə verirlər, bir pişkeşi verirlər. Ona görə onlar əllərin qabağa salırlar, tez zəhvurla dedi ki, Ubalı bəy deyil, caizə versələr, bu bizə tez caizə versinlər. Bəli, bəli. Bunlara mənim pişnahadım budur ki, Cəngidə baxsınlar, görsünlər ki, o məntəqələr 2000 quzarı idi. Onları minləri xonsa eləyənlər kim oldu? Yəni, kimdən su istifadə elədilər? O min quzarı məntəqələr xonsa elədi. Azərbaycanlılardan. Bəli, bəli. Mən elə özüm olaraq pişnahadım odur ki, elə bu mövzunun üstündə fikirləşsinlər, bir salsınlar, çıxsınlar, görsünlər. Bizdən nə qədər bunlar tulu tarixdə su istifadə edilib, axırda Cəng idi. Cəng bu fasllarını bu özlərini hiss eləmək ya qorumaqlarının mövzusunda danışsaq, siz ola bilirlər vəziyyət nədir, özlərini nəzir qoruyarlar. Cəngidə İranla Əraqa müşəklər hangi gün yetişdi Tehrana, bunlar dedilər, atəşbəs eləyik, gəlin. Zəhər camın dedilər, biz içirik. Yəni, bunlar gördülər ki, qorx gəlir, bunların canı təhdid olur. Tez dedilər, gəlin, atəşbəs eləyik. Faslar bu yanı, bu hilələri, bu tərfəndiləri vardı, öyrəşiblər. Yəni, bu ayrı millətlərdən nə qədər sipər üçün istifadə eləsinlər, ya ayrı bir və qolu tərfənd üçün istifadə eləsinlər, qurbanını versinlər ayrı bir millətləri. Mən ayrı moridi ki, ərz eləyəcəkdim, televizyonumuzun moridində mən əsas eləyəm, bizim hər nə qədər və qolu müxatəb özümüzə cəzb eləsək, siz iyi belə təlaş eləyik, soyda zəhmət çəkisiz, qalxdı faydalanlar, yəni hədəfimizə görə, yəni hər nə qədər müxatəb cəzb eləsək, yaxşı tərdir. Buna xatir mən əsas eləyəm, çünki biz Azərbaycanda mütəəssifanə öz dilimizdən məhrum olmuşuq. Ərəb əlifbası ilə əgər mövrudu olmasa, bu televizyon Azərbaycanı Cünubi ya Azərbaycanı Cünubi televizyonu bu səhifəmizdə hərdən bir qolu rədd ola ya oradakı monitoru haləti ilə, internet kompüteri haləti ilə hərəkət verirsiniz. Əsas eləyən bu kələmə orada televizyonunda yazılsa, bizim müxatəb cəzb eləməyimizdə. Həqiqətən mən özüm, siz bir şey bəhs edirsiniz, Traktorun mövzusunda bəhs edirsiniz. Ondan sonra bildim ki, bəli, bizim də bu bir televizyonumuz vardı. Məndən bu qədər təşəkkür, sağ olasınız. Biz Təbrizə qayıdacağıq. Ərəb əlifbasını təfsilən yaza bilmirik. İndi onu biz 3 aydır, 4 aydır çalışırıq. Görək bizim bu switchboardumuz onu həll eləyə biləcək ya yox. Mümkün qədər istifadə edəcəyik. Təbrizdən nömrə 3 buyurun lütfən. Selamun aleyküm Əhməd Bəyəm. Xoş gördük sizi, buyurun lütfən. Keyfə əhval. Çox sağ olun. Gecəniz xeyir olsun. Gecəniz xeyir. Əhməd Bəyəm, bizim hər nə millət elətələr Təbrizə, Azərbaycana bizim sözümüz yox, işimiz yox. Bəli, bunu istəyəm ki, dünya bunu eylem edəsiniz, yetiyəsiniz ki, əgər binabərin Amerika fikri olar ki, təcavüz elə İrana heç və Azərbaycan bu işləri qəbul edilməz. Həmişə Azərbaycan inqilabat dayaqdır, həmişə də var o inqilabın dağında. İndi yaxşı danışır. Mən sizdən bir sual soruşum. Müxalifsiz, heç də problem yoxdur. Kiminlə müxalif? Bu fikirlə də, mənim fikrimlə. İndi mən sizdən bu sual, televizyona qulaq asırdınız bir gün? Bəli, qulaq asırdım. Bir neçə kəlmədən qulaq asmışım, bəli. Mən 19 nəfərin adını yazmışam burada. 19 nəfər zəh vurubdu. 2 nəfər sizlə, siz bir də bir ayrısı müvafiq. Qalanı, yəni siz birsiniz, 17 nəfər sizin qarşınızda. Siz necə o Azərbaycan... Yox, siz Azərbaycan deməyin ki, siz öz tərəfinizdən danışın. Mən də demək istəyirəm ki, Azərbaycanda fərqli fikirlər var. O sizin fikrinizdir, bu mənim fikrimdir. Sizdən qabaqçı Zəhvuran Qoşaçaylının fikri ayrı cür idi. İnsanların ayrı-ayrı fikri var. Siz Azərbaycan tərəfindən sözlü deməyin. Siz deyin ki, sizin fikriniz nədir?
Qutardı. Mənim şəxsi öz fikrim odur ki, əgər xuda nəkərdə Amerika ya İsrail bir fikri olar ki, təcavüz fikrindəki ya İrana ömrdən heç 2 il 21 ay fəqət məntəqədə torpaq yemişəm, yenə hazıyam. O xuda nəkərdə o bir bərnamələrdə yenə əvvəlində fərq qabağa gedəm. Çox gözəl. Bu mənim öz fikrimdir. Bəli, çox gözəldir. Sizin bu gözəl də öz dilimizi də yaxşı danışırsınız. Ha, özdə mən sizə təbrik deyim. Bu müxalif də olsanız nə olar? Yapma yaxşı dilimizi gözəl danışırsınız. Sağ olun. Heç olmasa bu İranı ki bu qədər dəstəkləyirsiniz, bu rejimi dəstəkləyirsiniz. Ola bilməz bu rejimə deyəsiniz, heç olmasa sizə xatir sizin dilinizi azad eləsin. Siz ki onlara qurban verirsiniz özünüzü. Elə bizim əlləşənlərimizdə vardı ki, inşallah məktəb qoyacaqlar öz dilimizdə. Hər işlərimizdə əlləşindəki böyük başlarımız YB dərsini olar da Azərbaycanlılara. 30 il keçib ha, Cumhur İslami qanununda yazıb, amma 30 il keçdi. Fikirsiz 30 ildən sonra olacaq ya məsələn bir... Olur da yavaş-yavaş elə əlləşirlər də. İnşallah, inşallah. Bəli. İnşallah. İnşallah, Taala, maşallah olacaq. Çox gözəl. Xudahafiz, Xudahafiz. Urmiyədən buyurun lütfən. İnşallah düzələcək. Urmiyədən buyurun lütfən. Salam Əhməd bəy, yorum yazsınız. Xoş gördük sizi. Buyurun, maşallah yaxşı sözünüz gəlir. İnşallah düzələcək. Buyurun lütfən. Əhməd bəy, istədim o dərsi qalın ki, bir hava zəhvurda, hava danışdı, onun cavabını verim icazə. Buyurun, buyurun lütfən. İnşallah müəllimin. Bizim ona deyəm ki, bilmirəm, o bayaq zəhvurmuşdu. Ha, o elə, buyurun. Sizi əsəbləşdirdi. Bəli, bəli, buyurun lütfən. Sizin diyem çok üzü istəyirəm. Şah zamanı sizlərə eşkək deyidilər. İnqilabdan sonra da adizi qoydular pıs-pısa. Danışmanın bağlıdır. Həm eşkəklığı qəbul edibsən, həm pıs-pısalığı. Ha, indi boş verin. O, yəni fikri odur. Məncə bunların bilirsiniz necədir? Məncə bunların bir iddəsinin beyni yolubdur. Və həqiqətən bilmirlər məsələ nədir. Yəni, baxın, Ərdəbilli, o adını qoyub Ərdəbilli, mən də Ərdəbilliyəm, nə olsun? Ərdəbilli mənə zəh vurub deyir ki, heç kəsin tərəfindən danışmasan mənim qəyyimim dəyilsən filan. Sonra 2 dənə sual soruşdum. Bəlli oldu ki, bu özü Hizbullahidir. Ondan biz ayrı bir şey gözləmirik ki, bu Hizbullahidir, məlumdur. Bu rejim geçsə bunun evi yıxılacaq. O cür fikr eləyir. Heç onun əslində evi də yıxılmayacaq. Bu o cür fikr eləyir. Hizbullah, biri inancı ilə olub Hizbullahı olsun, ona kimsənin bir sözü yoxdur ki. Adam öldürməyibsə kimsənin ondan bir işi yoxdur. Müntəb bunların beyni budur. Yəni, mən fikr eləmirəm ki, onlar siz dediyiniz kimi də heç özünü hiss eləsin. Sadəcə bu beyin yuğulanda, işləməyəndə bu cür olur. Da bir nətər eləyək. Buyurun. Vallahi onlar özləri qəbul edir. Bu ki, fasi özünü qardaş bilir. Lap sadə. Telefonu görsünüz, ağzın terində bir dənə şansı şuma. Desin, az Azərbaycan zəngizədə Mixan Begən bərədəm. Göy nədir? Deyəcək, boru olaq, boru. Bunun olacaq cavabı. Necə ki, cəngidə bir aləm ölü verdik, axırda dərəcəyi, bu müdalə sağlığı vurdular sinəmizə. Bəli. Şəhəriyə girə yerə. Bu adamların üstündə Türkiye'də əyar verilir. Bu adamlar əyar olub, bu da baxır onun sisteminə deyir, Türkiye'lə həsnən belədir. Doğru, bəli. Çox təşəkkür edirəm sizdən. Əgər Türkiyə düzü 5 dəqiqəlik olmuş danışığını göstərsin. Bir dənə məclisə göstərsin ki, ağa gəlib onu zad elətdir. Yola sağlıq. Əməl düz deyil. Sizə baxın, məsələn, Xameneyi gəlsin, 5 saat otursun televizyonda türkü danışsın. Onun bizə xeyri yoxdur. Türkü danışsın, hə? Onun da xeyri yoxdur. Danışsın, nə xeyri var ki? İş görməlidir. Bizim millət olaraq dilimiz azad olsun, onda deyərəm, hə, burada bir iş var. Azərbaycanlı gedib Tehranda, nə bilim, Kirmanda, Yəzdə işləməkdənsə qalsın o gözəl vətənində işləsin. Orada iş yaratsınlar o. Onda deyərəm, hə, burada bir müsbət bir şey var. Bizim bir yandan evimizi yıxırlar, bir yandan deyirlər qardaş. Bundan qardaşlıq olmaz ki. Müştəhidlər fətva verib bir nəfər öldürün. Düzdür, Ermənistan Qarabağda olmayan cinayətlər. Bir şərəf orada da bir zat verərdi, fətva verərdi, rahat verərdi. Bəli. Evet, Quran'da cəmiz. Bir dənə müsəlman torpağın bir nəfər qəsb verərdi və müsəlmanlar yığışıb gedəl oranı yıxıb dağıdarlar. Düşmanı dağıdarlar. Onu da deyilsin. Fətva verməydi. Sadəcə onlara kömək eləməsəydi bəs idi. Kömək eləyir. Mən təşəkkür edirəm telefonunuzdan. Çox-çox sağ olun. Yaşasın Azərbaycan, kör olsun bu çatdaqlar. Sağ olun. Bağışlarınız. Sağ olun. Bu 20 nəfər zəng elədi bugün. Mən istərdim ki, təşəkkür edirəm. Daha telefon qəbulləməyək. Vaxtımızdan da 15 dəqiqə keçib. 20 nəfər zəng elədi. Mən də təşviq elədim müxaliflər. Daha
tez zəng eləsin. 2 nəfər rejimin tərəfdarıdır. 18 nəfər deyirlər, nə olursa olsun bu rejim getsin. NATO həmlələr eləsin, nə olursa olsun. Bu haqda biz gələcəkdə söhbət edəcəyik. Məncə bundan artıq mən heç danışmaq istəmirəm. Nümunədir də, bunlar da nümunədir. Hər halda bunlar hamı da öz səsi ilə danışır. Facebook deyil, nə bilim, internet deyil ki, anonim adından götürə bir şey yaza. Hərə öz səsi ilə, öz sözü ilə güneydən hansı şəhərdən olduğunu, 3-ü 4-ü xaricdən idi, fikir edirəm 4 nəfər xaricdən zəhv vurdu, bəli, qalan hamısı da içərdən idi. Bu da millətin nəzəri, yəni bu da nümunədir. Əraqdakı Kürdlərin müvəffəqiyyəti bizim üçün yaxşı bir nümunədir. Əgər qərb dünyası hücum eləyə İrana, onun bizə ziyanı yoxdur. İndidən millət bunun haqqında fikirləşməlidir. Ki, ziyanı var, yox. Bu mənim sözümdür. Deyirəm, ziyanı yoxdur. Bir dəstə də var, deyə bilər ki, bəzi də deyə bilər, ziyanı var. Bəzi təşkilatlar yaranmış cəvvidən ki, yaranmış cəvvi də pan-İranistlər və İran rejimi yaradıbdır. Bir cəvv yaradıblar ki, amandır, Amerikanın qərbin hücumuna müxalif olmağınız yaxşıdır. Bəzi təşkilatlar da o tora düşüblər. Mən bir nəfərəm. Təşkilatın da sözünü demirəm. Kimsənin də tərəfindən danışmıram. Özüm bir nəfər olaraq bu nəticəyə çatmışam ki, əgər hücum olsa, bizim xeyrimizədir. Və hücum olsa, biz o hücumdan istifadə edib canımızı qurtarmalıyıq, Kürdlər kimi. Ona görə də o cəvvi qırmaq üçün mən bugün bu məsələni qoymuşdum ortaya ki, təşkilatlar qorxmayın nəzərinizdə. Əgər də o, mən bilirəm bəzi adamlar ki, müvafiqdir qərbin hücumu ilə, amma millətin qabağında danışmır. Çünki o cəvvə düşübdür. O cəvvi biz qırırıq. Mənim xeyrim birinin İrana hücumundadırsa, mən onu dəstəkləyirəm. Onun xeyrinə yox, öz xeyrimə. Yəni, vətənimizin, Azərbaycanımızın xeyrinə mən deyirəm. Təəssüflə, çox təəssüflə, Şimali Azərbaycanda da yavaş-yavaş bu fərhəngi kültürü yaradıblar. O nurçuların da bu işdə əli vardır əlbəttə. Ki, sahyonistlər, imperialistlər gəlib hücum eləsə, bizim də millətimizə ziyan deyəcək. Onların hücumundan bizim millətimizə ziyan yoxdur. Nə ziyanı deyəcək? Fərz eləyək ki, hücum elədilər Təbrizdə, Paygah, Niru, Həvai, Şikariyə o zat ki vardı, onu vurdular. Onun mənə nə ziyanı var? O Paygah ki, mənim əleyhimə işləyir, onu vursunlar, nə ziyanı var? Sizi paypasların mərkəzinə bomba atacaqlar, partlayacaqlar, gedəcəklər cəhənnəmə. Onun mənə, bizim millətimizə nə ziyanı var? Odur ki, Ankarada oturub bizə nüsxə yazanların əllərinin bir qisməti də Şimali Azərbaycanda işləyir ki, bu fərhəng, bu kültürü yaratsınlar, bu danışığı, bu bəhs, qoftuman yaratsınlar ki, Amerikanın hücumunun qarşısında biz durmalıyıq. Yox. Bizə lütfən Ankaradan, oradan, buradan nüsxə yazılmasın. Biz dərsimizi özümüz bilirik. İran rejiminin getməsi kimin əli ilə olursa olsun, biz onu dəstəkləyəcəyik. Əgər pan-İranistlər istəmir biz o işlərə dəstək verək, bizi bərabər hüquq tanısınlar. O zaman biz də müxalif olarıq, qarşısında duraraq sinəmizi də qoyarıq qabağa. Deyər ki, bizim canımızın üstündən keçin, İrana hücum eləyirsinizsə. Bizim o zaman haqqımız verilməlidir. Dilimiz azad olmalıdır. Türk ədəbiyyatı birinci sinifdən sonuna qədər dərs verilməlidir. Urmiyə göl nəcat verilməlidir. Azərbaycanın iqtisadiyyəti ən önəmli. O qədər düzəlməlidir ki, Azərbaycandan mühacirət eləyib gedib Kirmanda bu şəhərdə işləyənlər qürbətdə
rəzalətdə yaşayanlar qayıtsınlar öz vətənində keyf eləsinlər. Bəli, onda mən deyərəm bu vətəndə bunu müdafiə eləyirik. Bilirsiniz, bizə sözlə vədə yox, əməl lazımdır. Onun üçün bizim çarəmiz bu İranın dağılmasında, bu rejimin dağılmasındadır. Kim onu dağıdır, kim onu vurursa, əli qolu var olsun. Biz də o fürsətdən istifadə edəcəyik. Başqalarının xeyrinə yox, öz xeyrimizə oradan qazancımızı götürməliyik. Yəni, vətən olaraq mən deyirəm, millət olaraq, şəxsi olaraq demirəm. Bu tabunun qırılması üçün Azərbaycanlılar danışmalıdırlar. Təşkilatlar. Neçəsi ilə mən yenə deyirəm, təşkilat mənsubudur, danışırıq. Deyir ki, bəli, NATO vursa bizim xeyrimizədir. Amma millətin qabağında danışmır onu. Qorxur, özünü sansor eləyir. Bu xod sansoru, özümüzü sansor eləməkdən də biz əl çəkməliyik. Onun üçün gələcək söhbətlərimizdə inşallah bundan daha çox danışacağıq. Bizim heç də ümidimiz yoxdur ki, oranı hücum eləyəcəklər. Heç də onun olması üçün məktubda yazmırıq. Çünki bizim yazımıza qulaq asan olmayacaq. Məmləkətlər öz mənafeyini bilir. Nə olacaq? Məncə, əgər qərb dünyası İrana hücum eləyəcəksə, o hücumu dəvət edən İran rejimin özüdür. Öz əməli ilə. Heç kəs ora hücum eləməz. Heç kəsin başı ağrımır gələ bir ayrı məmləkətə hücum eləyir. Amma İran rejimi atom bombundan əl çəkməsə, ora hücum ola bilər. O da İran rejiminin özünün siyasətinin nəticəsidir. Və hücum olsa da, əminən bu danışıqlardan bəlli olur ki, nə Kürdlər, nə Ərəblər, nə Bəluçlar, nə Azərbaycanlılar, nə Türkmənlər İrandan müdafiə eləməyəcəklər. Mən təhdidləri saymıram. Heç birisi müdafiə eləməyəcək. İran dağılacaq, viran olacaq, İranistan olacaq. Çünki bizim heç hüququmuz tanınmır. Bizə heç haqq vermirlər. Ona görədir. Qabaqçı zamanlar deyil. Səttarxan zamanında inqilab elədik, öz başımıza kasanı töydük. İndi millətimiz oyanıbdır. Millət burada deyir ki, indi görək bu nə olursa olsa mənə nə çatacaq. Əgər mənə bir şey çatmayacaqsa, mən yoxam bu işdə. Onu deyir millət. Bizimlə olduğunuz üçün sağ olun. Sabahın verilişi, cümə gününün verilişinə qədər sizlərdən ayrılırıq. Dəstəbaşıların haqqında istədiyimiz məlumatları bizə göndərir, xahiş edirik. Yaddan çıxmasın. Söhbətimiz olacaq. Bizimlə qalın, salamat qalın.